yayımdayım. Facebook ve YouTube üzerinden, Qabil Media üzerinden yayımımız devam eləyir. Hakkın sesini kesmək olmaz. Olmaz. Dümsük, sürtük, sümsük eləyir. Hakkın sesini kesmək olmaz. Allah sesini kessin elə. Zaten at ili, qaça-qaç ilidir. Biz qovacağıq, onlar qaçacaq. Dostlar, yayımımızı beğenin, paylaşın, auditoriyamızı geniş eləyin. Allah sizi bərxudar və bəxtiyar eləsin. Deməli, hələ ki iki platformadan yayımımız davam eləyir. Həm Facebook, həm YouTube platformasından davam eləyir. Qabil Mammadov İngilis qısı oradan və YouTube kanalımız Qabil Mediadan davam eləyir. Keyfim çöktü, belə kayıfdayam. Ləzzətli xəbərlərlə, gözəl xəbərlərlə, gözəl deməli yavaş bağlantı deyir. Burada Facebookumuz evi yox yəqin ki. Burada kimi görürəm, burada Naxçıvanlı qardaşımız da görürəm, Nadiri də görürəm. Gözəl insanlar, beğenin, paylaşın, auditoriyamızı dəstəkləyin. Dəstəkləyin. Deməli, nədən gedəcək söhbət bugün? Çox böyük söhbətlər var. Vallahi də, billahi də böyük söhbətlər var, yekə söhbətlər var. Öncə başlayaq gəlin xarici xəbərlərdən. Və əsas mənim istədiyim odur ki, bir balaca bir iki üç kəlmə deyək sağdan soldan, qoy məni sevənlərin hamısı burada olsun. O videolarımı xüsusilə paylaşanlar burada olsun. Yəni bu ərəfələrdə çalışın hər cürə dəstəyinizi müxalifətə nəski eləməyin. Xüsusilə kanallar açın, yayımlar açın. Mən istəmirəm kiminsə ayağına daş dəysin. Saxta səhvələr açın, hamısını paylaşın. Paylaşın dostlar. Vallahi, billahi, and olsun namus və şərəfimə peşman olmayacaqsınız. Peşmançılığı nədir? Uzaqbaşı yayınma çıxarsan, dəstəkləyərsən, açıq propaganda apararsan, uzaqbaşı 15 tutka həbsdə də. Zaten evdə ömrün günün qara deyilmi? Zato adın siyasi məhbus çıxacaq, zato gələcəkdə hər cürə təminatın, təchizatın ən üst səviyyədə olacaq, milli qəhrəman olasın. Siyasi məhbus kimdir? Milli qəhrəman. Qutardı. Qarabağda şəhid olanlar, Qarabağda qazi olanlar, onlar ikinci dərəcəli milli qəhrəmandır, qazidir. Birinci dərəcəli qəhrəman İlham Əliyevi rədd eləyən qəhrəmanlar olacaq. Və buna əmin arxayın olun siz. Dostlar, qardaşlar, qəşəng xəbərlərlə sizin efirinizdəyəm. Birinci, Amerikadan yaxşı xəbərlər almışıq. Amerikadakı xəbərlərimi istəyirəm sizə verəm. Birinci efir baxış sayımız düzəlsin. İkinci də bir dənə nəsə bilif deyirəm. Nəsə bilif deyirəm. Başımı güllənin qabağına verib deyirəm. İnqilaba hazır olun. 2026-cı il inqilab il olacaq. Uduzacağım savaşa girsəm köpək oğluyam. Uduzacağım savaşa girsəm məni söyərsiniz. Uduz baba bu çıxışlar etməmək üçün mənim kanalımı vurublar da. Dünənləri 3200-dən çox videonu bloklamışam. Açıb baxa bilərsiniz. Yəni gizliyə qoymuşam. Açın baxın haqsızlığa susma kanalına. 3200 kanalı bu gizliyə qoymuşam. Niyə? Gecə saat 3-də yatmışam. Daha doğrusu yatmamışam. 3-ə qədər işləmişəm. Niyə? Kanal hədəfə gəlibdir. Kanalı bağlamaq istəyirlər. Üsyan olacaq, inqilab olacaq, inqilaba xalqı qaldıran qüvvələr olacaq. Ən birinci qüvvə mən olacağam. Lazımı danışıqlar gedib, lazımı razılaşmalar alınıbdır. Sizə bir kəlmə deyirəm. Namus və şərəf and içərək bir kəlmə deyirəm. İnqilaba hazır olun. Üsyana hazır olun. İlhamı qoruyan polisləri kürün körpülərindən təpəsi aşağı dumarı tullayarsınız kürə. Tullamasanız oğraşsınız, xalq dönsüz, peysərsiniz.
İlhamı qorumaq üçün hər hansısa bir mülki polis, daxili polis, DTK, nə bilim, daxili qoşun, xüsusi təyinatlı, o bir təyinatlı, Müdafiə Nazirliyi, nə kim İlhamı qorumaq üçün xalqın qabağına çıxdısa, onun ailəsini gecə ilə həll eləyirsiniz, ağıllandırırsınız və özünü kürə tulluyursunuz. Kürün körpülərini tanıyırsınız da, Qazaxda var, Bərdə var, Yevlaxda var, müxtəlif yerlərdə Kürün körpüsünü tanıyırsınız. Oradan tulluyursunuz belə. Hə, ay ölənlərimizə rəhmət. Bax, əgər polis sizə həqiqətən oğrəşlik eləyibsə, candarlıq eləyibsə, xalqa divan tutubsa, ayağına daş bağlayırsınız. Tullayanda oğraşdığının böyüklüyündən dolayı ayağına daş bağlayırsınız. Məsələn, deyək ki, bu serjant olub, oğraş olub. Deməli, bunun ayağına 1 kilogramlıq daş bağlamaq lazımdır. 1 kilogramlıq. Yo, bu mayor olub, oğraş olub. Deməli, bunun ayağına 2 kilogram daş bağlamaq lazımdır. Yo, bu mayordan yuxarı ali rütbə olubdur, general, polkovnik, xalqa xəyanət edib, onun ayağına 10 kilogram daş bağlayırsınız. Ay, kıfırlayırsa, daşı ilə bağlamayırsa, daşı kıfırlayırsa ayağına. Ay, ölənlərinizə rəhmət. Necə mənim xalqım duyarlı xalqdır. Necə incə xalqdır. Hər şey gözəl bilir. Amma mən deyirəm, mənim izləyicilərim açıq sizə deyirəm. Mən açıq söhbət eləməyi xoşlayan kişiyəm. Və açıq sizə deyirəm, mənim izləyicilərim, siz çoxunuz götsünüz. Bunu açıq deyirəm. Çoxunuz deyəndə yarınız mı, yarıya qədər mi, yarıdan çox mu mənim izləyicilərim, siz götsünüz. Deyəcəksən, niyə bizə belə dedi bu başqara? Ay mənim izləyicilərim, qabil sevənlər, həqiqi qabil sevənlər, sizin yarıdan çoxunuz götsünüz. Bəlkə də yarıya qədəriniz götsünüz. Çünki siz dəyərsiz, keyfiyyətsiz insanlarsınız. Siz necə düşünürsünüz? Siz hardan siz bilirsiniz ki, Qabil 3 gündür yayımda yoxdur, Qabil sizi Qabil ata bilər. Ha? Qabil sizi atsaydı, Qabil götüydü, siz yox. Amma siz 3 gündə Qabili tapırsınızsa, harda çığırır, bağırır, yayım edir. Aya, bu öldü mü, qaldı mı, hardadır, attı mı bizi? Mən 3 gün sizi atsaydım, mən götüydüm. Amma yox. Amma yox. Siz 3 gündür məni axtarmırsınızsa, harda çıxış edir? Bu xalqa ata bilməz bu insan. Bircə gün yayma çıxmadı, ölkə qarışdı, Avropa qarışdı bir-birinə. Bu insan hardadır? Məni axtarmadınız, maraqlanmadınız, tapmadınız, canlı yayımı kanalımı izləmədiniz, deməli onda siz götsünüz. Hə, deməli bəziləriniz var içinizdə. Mənim TikTok'da orada təzə videolarımı kəsib paylaşırlar axı, mənim yüzlərlə canavarlarım. Paylaşır axı. Onları izləyirsinizsə, Qabil meydandadır, sadəcə yəqin internet probleminiz var, meydanda deyil, Qabilin səsini buradan duyuram mən deyirsinizsə, onda nə siz götsünüz, nə mən götəm. Onda kral götdü, kral. İlham Əliyev götdü. Eləmi, elə. Değerli vətənlərim, değerli soydaşlarım, bu namus savaşıdır. Qırğın gedəcək, qırğın gedəcək. İnanmırsınız, qan su yerinə axacaq. O azadlıq, o yemək haçan dadlı olur, bilirsinizmi? Əlin yana-yana mangalda götünü suya qoya-qoya balıq tutursan, ov eləyirsən, onu əlin yana-yana pişirirsən, onu yiyib, onun ləzzəti olur, ləzzəti. Özün əziyyət çəkib ev tikəndə, özün əziyyət çəkib dişinə, dırnağına vəzifəyə gedəndə, özün əziyyət çəkib pul qazananda o dadlı olur, şirin olur. Yoxsa papa şotuna, mama şotuna, İngilisin şotuna, Rusun şotuna, bizə gələn azadlığın içinə tüpürüm. Vallahi də, billahi də, vallahi də, billahi də düz deyirəm. Neyse, çox uzatmaq olar, çox danışmaq olar. Kardeşler, bacılar, sizden tek istediğim nedir? Tek istediğim nedir? Olabilir, kimse günahı da olabilir,
Günahını yemeye hazır da olabilir. Bütün neslini, kökünü, aileni, etrafını, dostunu hazırla inqilabdan sonra mənə səs verməyə. Mənə səs verməyə. Və salam. Mənə səs verməyə hazır olun. Özündən başqa şəxsiyyətinə, gücünə aid adamlar hazırla mənə səs verməyə. Səs vermə haçan olacaq, çox uzun olmayacaq. Hələ siz inqilaba hazırlaşın, inqilaba. İnqilab, inqilab, inqilab. İnqilab, inqilab, inqilab. Mən gör nə qədər Əli Kərimin əmisi oğlu inqilabı çox istəyirəm. Qonşumda da bir inqilab var, onu da nə qədər çox istəyirəm. Elə dayanmadan inqilab deyirəm. Qardaş, ay bacı, mən bura çıxandan, media çıxandan bir gündən demişəm ki, donuz darıdan öz başına çıxmır. Bu hakimiyyət donuzlardan ibarətdir. Bunlar hətta öz arvadlarından 6 ay bir yerdə duranda öz arvadlarına pülüşü durmur. Gərək arvadı dəyişələr. Arvad da öz kişisinə həvəsi olmur, gərək kişini dəyişələr. Bax, gedin donuz saxlayandan soruşun. Ta uşaq vaxtı bizdə, kasıb vaxtı dediyə donuz saxlamaq yaxşı olur. Bizim kətdə də, bizdə də saxlayan oldu. Ay qardaş, donuzun 6 ay, bir ildən bir erkəni dəyişəndə o balalar sürüylə və sağlam olur. Hə, donuz. Bu İlham Əliyev, onun ailəsi, onun ətrafı donuz cinsindəndir. Donuz cinsindəndir. Donuz cinsli İlham. Donuz cinsli İlham. Kral götdü, İlham götdü, donuz cinsli İlham. Və salam, şüt tamam. Babu, ay İlham Əliyev. Ay Əlin Ağayev. Ay Qabil burada danışır. 100'dən artıq adam YouTube təzə kanalımız Qabil Mediada. Burada nə qədər adam baxır? 10-15 nəfər də burada baxır. Facebook'da girirlər, çıxırlar. Bir də mən İlhama götdü deyəndə elə 5 nəfər qorxusundan çıxır. Ha, elə bilir ki, bunu polis görəcək Qabilə baxdığını. Ay qardaşlar, canlarım, ciyərlərim. Ölüm, Qazaxlar demiş, ölüm. Ölüm. İlham Əliyevi elə it kimi qovacağıq ki. Ay, elə belə daxili qoşunlara çevirmədi, özünə tabi eləmədi. Elə belə şey eləmə. İlham Əliyevi elə it kimi qovacağıq ki. İlham Əliyevi qorumaq istəyənlərin canını elə yandıracağıq ki. Narahat, hər şey gözəl olacaq. Hər şey gül bülbül olacaq. Ay, bunlar hələ günəşi götə çoxuyublar. Yanlarına alıblar Siyavuş Novruzovları götəlləyən, diləlləyən zirsibiləri elə bilirlər. Elə hakimiyyət bundan ibarətdir. Nə gözəliymiş hakimiyyət, nə gözəliymiş devran. Putinin kölgəsində yatan köpək, Erdoğan'ın kölgəsində yatan köpək, hətta Lukashenko kimi, Trump kimlərinin kölgəsində yatan köpək, elə bildi öz kölgəsində yatır İlham Əliyev. Parmaqdan əmələcəklər. Parmaqdan əmələcəklər İlham Əliyev. Masturasiyadan əmələcəklər İlham Əliyev. Onun bunun kölgəsində yatdı. 4 trilyona qədər sərvətimizi satdı hakimiyyətdə qalmaq üçün. Elə bilir bu siyasət yürüdü. Nə bilim nə yürüdü. Azərbaycan suyun içində batıb gedir. Minilərlə kəndimizdə internet yox. Minilərlə kəndimizdə yol yox. Minlərlə kəndimizdə su xətti, qaz xətti yox. Minlərlə kəndimiz boşaldı. Hələ siz deyirsiniz İlham Əliyev yaxşı fikir. Qarabağ aldı. Nə Qarabağ aldı? Azərbaycanı bədbəxt elədi. Azərbaycan bitdi. Azərbaycan Yezdi Kürt devlətidir. Biz indi qalxacağıq, Kürtləri qovalayacağıq. Bəli. Gəlin dınqıca xəbərlərdən verim sizə. Hazırsınızmı? Hazırsınızmı? Bəzi izləyicilərimiz ola bilər. Dəyərli həmvətən, mən bunu açıq demirdim. Çünki kanalımız hədəfdə idi. Kanalımızın köhnə videolarına görə şikayət etməyə minlərlə dəfə əsas var idi. Minlərlə dəfə. Hər videodan bizə qarmaq atıb ilişdirə bilərdilər bizi. Yəni, məhkəməyə görə demirəm. Sadəcə kanalımızın vurulmasına görə deyirəm. Dünənləri gecə saat 3'ə kimi yatmadım. Bütün 3200 videonu, təcə yaşıl olmayan, o pul köçən, yaşıl olmayan videoların hamısını gizliyə qoydum dostlar. Gizliyə qoydum.
bir gizliyə qoydum. Onları gələcəkdə açacağım da, amma kanalımız müdaxilədədir. Və ona görə kanalımıza 7 gün cəza gəlmişdi. 2 gün çıxanmadıq, artıq 5 gün cəzası qalıb kanalımızın. Baxın ha, bax bu da ondan ibarətdir ki, mən canımı qoyuram. Görürsünüz, bir gündə dünənləri 8 saat yayım elədim dayanmadan. Megabaytdan 8 saat yayım, 1 saatdan 1 megabaytım vurur, yarım saatdan 1 megabayt tutmur, çıxıram. Ürəyim partlayır, hanı məni sevənlər, harada qaldı məni sevənlər, düdüklər, qurumsaqlar. Mən Qabil o qədər namussuz, şərəfsizəm, sizi qoydum 2 gün, 1 gün efirdə olmadım, 3 gün efirdə olmadım. Axı siz məni tapmalıydınız, Qabil yazmalıydınız. Qabil yazmalıydınız. Qabil yazsaydın YouTube'da hardansa çıxacaqdı Qabil canlı yayımda olduğu. Sadəcə deyin ki, cinsim xarabdır, özüm xarafam, ümidsiz eşşəyəm, kör pişiyəm. Belə deyim hə də. Başa düşdük, 1 gün, 2 gün ola bilər adam xəstədir, yayıma çıxmıyor. 3-cü gün deyə. Hər neysə. Deyilən vətənlərim, gecə xəbərlərimizə. Bir də sizə xaricdən şad xəbər verim də, gəlin. Xaricdən şad xəbər verim. Verim mi sizə? Verim mi şad xəbər? Gəlin verim. O mənim sevgilim, o mənim yarım. Bircə dəqiqə. Hə, gözümün işığı gözləyirəm. Hazırsınızsa dostlar. Bu nə də Heydər Əliyev heykəl. Bunu mən haratdım. Biraz bu tərəfdə olmalıydı axı. Bir dəqiqə, getdik bura tulluyaq, yox, canınız sağ olsun. Hazırsınızmı? Yayımı bəyənin, auditoriyamızı genişləndirin və başlayaq yayıma. Başlayaqmı yayıma? Başlayaqmı yayıma? Bircə dəqiqə. Bircə dəqiqə. Özünü asana qonşu efikərdə aydın məsələ buradan. Qoy bura bir səs atım elə başlayaq da. Bir dənə səs atım elə başlayaq. Bir dənə. O deyirdi, ne hansısa bir adam da evdə özünü astadı. Onu mənə videonu bura at. Onu bura at, bura. Bəlkə də bu da atıbdır. Yox, bu deyil. Hə. Bircə dəqiqə dostlar, başlayaq mı? Hə, Amerikadan şad xəbərlər almışıq dostlar. Amerikadan. O video mənə atdı, o özünü astayanı. Bildin mi o heykələ görə? Bura at, bax, bu telefonu. Hə, deməli, deyilən vətənin dəyərsi o Amerikadan gözəl xəbərlər aldıq. Gözəl xəbərlər aldıq. Bunun nəticələrini ayın 20-sinə qədər nəsə görməsək də 20-sindən sonra görəcəyik. Sayılı günlər çabuk gedər, narahat olmayın. Deməli, qardaşlar, dostlar, bəyəklər ilə Amerika ilə bağlı danışıqlarımız oldu. Gəlin elə hamısını çatdırım da. Siz elə başdan ucdan tutma hamısını çatdırım, dostlar. Deməli, birinci Milliyetçi Hərəkat Partiyası PKK'çılarla qırğın davaya çıxdı İstanbulda. 28 milyon imzanı doldurubdu Özgür Özel avtobüsa, kayfından gəzir. 28 min adam imza atıbsa, demək ki, onun yarısı qədər adam çəkinibdi, amma səs vermədə deməli səs verəcək CHP'yə. İndi kim olacaq? Yəqin ki, Əkrəm İmamoğlu olar inşallah. Və kayf eləyir Özgür Özel, mən də dəstəkləyirəm var gücümlə CHP'ni. Hər dəfədə təbliğatını, təşviqatını aparıram. İnşallah quldur, diktator, terörist diktator Erdoğan birbaşa terörist diktatordur. Birbaşa en büyük terörist İlham Əliyev, Erdoğan, İlham Əliyev ve Putin en büyük teröristlerdir. Ve değerli vətənlərim dalaştılar, döydüler, her neyse. PKK'çılar MHP'çiler döydü. Hani au eləyirlər, ülkücü, döydüler. Bunun məqsədi nədir? Niye belə oldu? Niye durduq yerə hələ o ulu öndər hesab elədiklərini də türmədən çıxartmağa çalışdıkları bir vaxtda bu nə davaydı MHP-PKK davası? Sadəcə bunun bir səbəbi var. Erdoğan gedər ayaq, ölkədə iç savaş çıxardır, Türkiyəni bölmək istəyir. Bunun başqa adı yoxdur. Bunu qoydu qırağa.
Burada bir başka güzel haber var. 13 dekabrda yani dünenleri 13 dekabrda Azad Suriye ordusu ile ABŞ təlim keçirmiş. Palmira, Suriye arasında Palmira'da təlim keçirmiş. Azad Suriye ordusundan Amerika. IŞİD təlim zamanı müəyyən qrupları tələyə salaraq 3 Amerikan hərbiçisini 18 Azad Suriye ordusunun hərbiçisini öldürübdü. Və Trump dərhal qərar verib Palmiri, birisi də oraya IŞİD'e yaxın bölgədir. Palmiri bombardıman edilsin ve ardından Palmiri'ye girip IŞİD'i terki silah etsinler. Terki silah. Trump derhal karar verdi ve bombardıman başladı. BBC yayımlayır bugün səhər saatlarında F-35, F-16'lar İsrail ve Qətərdən havalandı. Amerika bazalarından havalanarak qalxıb zərbələri indirdi. IŞİD'e dalından quru əməliyyatları başladı. Ve quru əməliyyatları zamanı Özgür Suriye ordusu ve Amerikalıların bir bölüyünü IŞİD muhasireye saldı ve püskürttü geri. Değerli əmədənlərim, değerli soydaşlarım, Amerika'da da bu əskər ölümlerine, son aksiyalarına sebep oldu. Artık meydanlar, mitingler, bizim ordu ne gəzir Suriye'de belə hərəkət. Trump kongresmeni, hətta Trump'a en yakın kongresmenlerden biri Turs'tu, səhv eləmirəmsə adı, deyib ki, biz Suriye'de ne gəzirik? Oradan çıxmalıyıq dərhal. Biz orada ne gəzirik? Ne işimiz var orada? Və değerli vətənlərim, değerli soydaşlarım, dostlar, kardeşler, buraya kadar xəbəri bir balaca izah edeyim. Dalından keçim, o bir daha bizi ilgiləndirən xəbərə keçəcəm. Sadəcə nədir? Burada yeni qoşulan izləyicilərini tık beğenin de. Olsa 1 saatte yayım dayanacaq. Megabaytdən qoşuluram. 1 saat olar olmaz yayım dayanacaq ve tezden yayıma çıxacağım. Sıra 3 dəqiqə ərzində tezden yayıma çıxacağım. O 22 dəqiqə də hələ yayımımız gedir. Biraz şeyliyində, hərəkət elində bəyənməniz adı artırın da. Həmən canımı qoymuşam, əzizlərimi qoymuşam güllənin qabağına. Siz də bir dənə parmağınızı basın da. Özcü vaxt deyilsən yaşamaq istəyirik. Vəzifələr belə istəyir İlham Əliyev geçsin. Milyoncular, milyarderlər belə istəyirlər İlham geçsin. Çünki İlham hamısının hər şeyini əlindən alıb canlarını çıxardacaq. Siz kasıb canınızdan veyahut orta babat canınızdan neden korkursunuz he? Allah yolu dövülme. İmam Hüseyin yolu dövülme. Ya Hüseyin deyip 3 milyon insan özünü zəncirləmir he? Ne oldu he? Ne oldu he? Deməli. Uzun sözün kısası dostlar. Amerika barədə deyim. Amerika heç vaxtı. Amerika Avrupasız heç nədir? Amerika, Avrupasız heç mən deyərdim Venezuela'da ala bilməz. Mən deyirəm sizə. Amerikanın kalbi, düşünən beyni, vuran qolu Avropadır. İndiyə kimi mənə dünya tarixində bir dənə savaş deyin də Allah aşkına. Bir dənə savaş deyin ki Amerika girdi ora qələbə qazandı. Bir dənə savaş deyin ki Amerika girib ora qələbə qazanıb çıxıbdı. Udubdu oranı. Avrupasıza, yani tek Amerika girdi orada qələbə kazandı. Bir dənə belə şey deyə bilərsinizmi? Xeyr. Veyahut bir dənə adam çıxsın desin ki Ruslar qeyri-millətlər olmadan Ruslar bir savaşa girdi qələbə kazandı. Ne deyirsiniz? Təmiz Rusların iş sayı 30-40 milyon dövlü. Veyahut Farslar olsun. Açı. Allah'ın ordusu Türklerdi. Bir de döyüşken tarih yazan Avrupa'dır. Bir qədim dünya tarixini oxumusunuz mu siz? Orta əsrlər tarixini oxumusunuz mu siz? Heç orada Braziliya, Meksika, Amerika, Kanada belə savaşlardan yazır mı? Yazırsa nə qədər yazır? Və yaxud orada Avustraliya savaşı eşitmisiniz mi? Son 1000 ildə Çin, Hindistan savaşı görmüsünüz mü? Hay başınıza dolanayım sizin. Hay canlarım, ciğerlerim. Tarixi zəbt eləyən Avropa olubdu.
Değerli həmvətənlərim, Misir, Avropa, en başta da Türk ordusu, Türkiye ve değerli həmvətənlərim, Allah'ın ordusudur Türkiye. Ben burada durub savaş təbliğ eləmirəm. Mən imperiyalardan yana deyiləm. Mən sərhədsiz dünya istəyirəm. Mən sərhədsiz dünya istəyirəm. Dünyanın heç birinin yerində sərhəd olmasın. Hansı xalqlar istəyir özgür olsun. Sadəcə bir belediye başkanı kimi devletlerin başında birisi dursun. Her yer sərhədlər açıq olsun. Vəssalam, qutardı getdi. Meşədə çaqqallar, zadlar sadəcə hərəsinin öz bölgəsi var. Amma durub sərhəd çəkirlərmi? Yox. İndi isə bir dənə tıklamanı artırın, az vaxtımız qalır. Siz mücadilə eləməlisiniz ki, 1 saat vaxtımız var. 1 saatdan sonra təzdən yayıma çıxıram və həvəssiz oluram biraz da. Çünki bax səmdən qədəmsə qalıq təzə kanaldır, həvəssiz oluram. Böyük kanalımız olsaydı böyük kanal, neyniyərdim? Bir dənə çıxardım orada reklam verərdim, deyərdim qardaşlar bu kanaldayım, gəlin, həmişə nətər eləyirdim. Bir gün, 2 gün, 3-cü gün kayf olurdu, 3000 izləyici olurdu, elə deyilmi? Böyük kanalımızı bağlayıblar da, nağaraq 5 gün qalıb. Bu günə kim niyə demirdim bağlayıblar 2 gündür? Çünki kanalları blokluyordum. Kanallarımın hamısını gizliyə qoyurdum ki, o biri kanallarda çox sözlər demişik ki, onlar ihbara, ihlala səbəb olan sözlərdir. O sözlərlə kanalımızı ümumiyyətcə bağlaya bilərdilər. Ona görə onların hamısını, təcə yaşlılardan başqa hamısını gizliyə qoydum. Bunu blogerlər, Avropadaşlar çox bilir də. Yəni bunları yaxşı bilirlər. Zaman zaman belə işlər biz görmüşük. Gecə indi biraz da babat xəbərlər verim. Canlarım, ciyərlərim, qardaşlarım, bacılarım, gecə birazdan. Bu isti çayımdan bir qurtum içim. Bugün görürsünüz biraz nəfəsim yaxşı gəlib gedir. Eləmi? 5-6 gündür koronaydım. Əvvəllər korona olmayanda 2 saata qədər yayıma çıxırdımsa, korona olandan sonra 4-5 saat, hətta elə oldu 8 saat yayımda oldum. Eləmi? Ay ölən ərzə rəhmət. Bizdə durmaq yoxdur. Anamızı, bacımızı, qızımızı, arvadımızı dombaldıb qayırır İlham Əliyev və qayırtdırır. Biz necə rahat ola bilərik ki? Vicdanı olan, namusu olan, şərəfi olan, qeyrəti olan necə rahat ola bilər axı? Deyin görüm. Bugün canavar kimi oğullarımız dünyasını dəyişir. Bugün qeyrətli oğullarımız türmədə sındırılır. Xalqımızın namusuna təcavüz edilir. Şərəfli insan əlindən nə gəlirsə eləməlidir. Eləməlidir. Biri maddi yardım eləyəcək. Allah canınızı sağ eləsin. Biri dəstək verəcək. Görürüz, heç bildiniz mi siz? Maşınım xarab oldu, aləm bir-birinə dəydi. Mənə çatası pulu çatdırmadı deyirlər. Çox açıqlama vermirəm. Çatdıracaq amma çatdırmadı. Bir bacıma, bir qardaşıma, yəni dayıma səsləndim. 100-dən 200-dən göndərdilər. Biri 150, biri 200 göndərdi. Palajenyadan çıxmağa çalışdım. Heç bilmirəm yeni ildə bayramda necə çıxacam Palajenyadan. Mən yemək düşünmürəm. Geymək düşünmürəm. 3 ildir bu köynəkdə qarşınızdayam. Baxın, 80-100 dollara görə megabaytdan çıxıram və internet alanmadım. Düz dalacam, çəkəcəklər, hər şey həll eləmişəm. Narahatçılığa əsas yoxdur. Amma durmaq yox. Ay müxalifətə inanmıram. Sən ananı bacını dombaldıb rakum qoyurlar anana bacına. Nə müxalifəti işləmir. Əli Kərimli kimdə? Ondan da dastoyun oğlansan sən. Ondan da bacarıqlı oğulsan sən. İndi internet təsiridir. Elə bir söz deyil gördüm. Əminə, Rəcəbo dedi, bütün Türkiyəni silkələdi. Bircə nəfər adam. Sən zəkanı işlədib, hərəkətini işlədib, elə söz deyə bilərsən, elə addım ata bilərsən ki, bütün xalq cəbhəsindən betər dünyanı silkələyərsən. Orada Gürcüstanda biri var ha, Əfqan Sadıxov. Bütün cəbhəni qoy tərəziyə, Əfqan Sadıxovu da qoy tərəziyə. Bir partiyadan çox mübarizə aparır. Biz dünyanı titrədən olmuşuq.
Nə deyindir götü poxlular. Qorxularından da ölkədə tapılmırlar. Tapılanda da daxili qoşulu belə bölürlər. Bunu belə ayırırlar. Nəzarət prinsipinə İlham Əliyev götünün qorxusundan bilminə qaçsın. Ay ki, qalib gələcək. Bax, deyirəm, 2026-cı il at ilidir, at. At nə üçündür? Hər zaman dediyim sözdür. Hücum üçündür. At nə üçündür? Qaçmaq üçündür. Hücuma keçəcək, qaçacaq. Əvvəlki at illərində də dünyada çox böyük hadisələr baş verib. İndi o dərəcədə girib xırdalamaq istəmirəm. Getdik xəbərimizə. Yeni qoşulan izləyicilər, canlarım, ciyərlərim. Tık, yəni YouTube'da 2 kanalda çıxmışam. YouTube'da tık 2 dəfə basırsınız. Bu bəyənmədi, bax. Tık 2 dəfə basırsınız. Deməli dostlar, burada önəmli bir məlumat da var. Önəmli. Ukrayna şanlı, şərəfli, şöhrətli Ukrayna ordusu Kırımdakı ən böyük RLS-i vurdu. Qəbələ RLS-indən də böyük Kırımda RLS-i vurdu. Bütün Rusiyanın cənubi qərbində artıq məhv oldu. Hava hücumundan müdafiə sistemləri məhv oldu. Yeganə cənubi qərb istiqamətini, yəni düz o tərəfdən tutun, Avropa ilə tutun, gəlin, düz Qazaxstana qədər, Azərbaycan, Gürcistan üzərindən Qazaxstana qədər. Yəni, hamısını o RLS, o radiolokatorlar, deməli, radiolokasyon sistem, o RLS göyə uçan raketi tapıb və onu vurmaq üçün raketi buraxan sistem. Əsas nədir? Əsas onun raketi deyil. O raketdən əsas onu tutan, onu dalğalar, radio dalğalarla, nə bilim o radarlarla, o hədəfi tez tapıb, onu təcil müəyyən edib, təcil hər şeyi ölçüb və onu vurdurur. Bax odur. Artıq o məhv oldu. Artıq dünya mətbuatı da yayır ki, Rusiyanın cənubunda, cənubi qərbində artıq tamamilə sərbəstdir. Kim istəsə, hardan istəsə qoya bilər. Ürəyinə istəsə qoya bilər. Radio lokasyon sistem hamısı məhv edildi. Və deyilənmədən bu çox gözəl və dəhşətli xəbərdir. Çünki oranı dəhşətli səviyyədə qoruyurdular. Ora çox qorunurdu, amma vura bildilər. Bu arada Qara dənizdə o qədər gəmiləri vururlar ki artıq. Biz sayını yadından çıxartmışıq. Əvvəl bir dənə gəmi Ukraynaya vururdu. O, sevinirdik, oynayırdıq, əl çalırdıq. İndi əl çalmırıq, sevinmirik. Adət halını aldı. Adət halını aldı. Əvvəllər elə idi Azərbaycanda da qız boşandısa, aləm deyərdi bir-birinə, namus, nə bilim, nə, qırğın gedərdi. Elə deyilmi? Prezidentin qızları 4 dəfə gedib boşanandan sonra, prezidentin arvadı da, İlham Əliyevin arvadı da İlhama xəyanət eləyəndən sonra, cəmaət deyir, mən prezidentin qızı boşanır 4 dəfə ərdən, nə var ki, olsun da. Narahat olmayın. Ailələr dağdan qaynatalar, qaynanalar. Qabil gəlir, hamınız hesab verəcəksiniz. Deməli deyilən vədələrin bu Ukrayna ordusunun şanlı zəfərindən, bu vurmağından danışdıq. Kırımdakı RLS-i vurmağından. Rusiyanın cənub tərəfi təmiz, mühafizəsiz qalıb. PVO işləmir, hava hücumundan müdafiə sistemi yoxdur, RLS yoxdur. Çox dəhşətlidir. Bunu elə belə eləmədilər, ha? Demək ki, böyük güclər nəsə planlayıb. Britaniya, İngilis beyni nəsə düşünübdür, bunu vurdular. Nə olacaqsa indən sonra olacaq. Onu zaten bir il, 2 il qabaq da vura bilərdilər. Niyə indi vurdular? Deməli deyələmədələrim, tarixdə ilk dəfə olaraq, burasını da deyək, indi hər tərəf deyil bura. Tarixdə ilk dəfə olaraq, Avropa Birliği ölkələri Amerikanı özünə hədəf düşmən olaraq tanıdı. Rusiya ilə bir yerdə hədəf düşmən olaraq tanıdı.
Avropa Konsey Başkanı Ursula von der Leyen xanım deyib, Rusiya Amerika ilə birlikdə hərəkət eləyir. Ukraynanı təşləyib Rusiyaya qələbə qazandırmaq istəyir Amerika. Dəyərli həmvətənlərim, tarixdə ilk dəfə olaraq Avropa Amerikanı necə deyərlər, dost olmayan ölkə adlandırdı. Və amma bundan depressiyaya düşməyə dəyməz. Gəlin 2 dənə xəbər də verin burada, ləzzətli xəbər. Papa Roma papası qərar verdi. Ukraynaya dəstəkləyəcək, Ukraynanı dəstəkləyəcək və Ukraynaya gedəcək. Ukraynaya dəstəkləyəcək və Ukraynaya gedəcək. Ən əsası isə Rusiyaya qarşı yeni xristiyan xaçlı yürüyüşü, cihad, onların da cihadı odur da, xaçlı yürüyüşü çağrışı edə bilər. Rusiyaya qarşı. Önəmli söhbət ha bu. Burada İngiltərə, Roma birliyindən söhbət gedir. Erdoğan da bunların elə necə deyərlər, köpəyidir. Keçək buradan başqa bir şad xəbərə keçək. Zelenski Trump'a seçkiyə görə paslat eləyib. Axı Trump demiş, seçki keçir, sənin vaxtın keçir, nə bilim, nə. Zelenski də biraz ağzını sürüyərək demişdi, axı, şərait yaratsalar Avropa'za seçkiyə gedərik. Amma indi Zelenskiyə Britaniya dəstək verib. Hər tərəf. Bizdə nə? Amerika təsir eləyir Zelenskiyə. Əyil, Putinin qabağında dombal. İngilis deyir, onun arxasından mən varam, vızqırt. Vəssalam, söhbət bu söhbətdir. Trump babasına güllə attı. Trump babasına təpiy attı. İngilislər, Britaniya, Amerikanın babasıdır. Və bunun ağrısını, acısını Trump çox çəkəcək. Trump'ın soyunu, sopunu qurudacaqlar. İnanmırsınız? Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, öncəliklə Zelenski Trump'a seçkiyə getməyə görə daxili işlərimə qarışma. Madam ki sən Putini dəstəkləyirsən, mənim kreslom səni narahat etməsin. Get işinlə məşğul ol. İşinlə məşğul ol siyasətdə, işinlə məşğul ol, get vızqırt deməkdir. El arasında. Keçək bir başqa xəbər də verim mi? Qəşəng xəbər. Amerika, deməli, dəyərli həmvətən, bilirsiniz ki, çox dəhşətli bir xəbər də var. Dəhşətli bir xəbər var. Artıq Epstein cinayətləri ortaya çıxdı. Epstein cinayətlərindən söhbət edəndə, hər kəs söhbət eləyəndə, harda nəsə danışılanda, Trump hər dəfə deyirdi ki, yalandır. Belə şey olmayıbdır. İndi Epstein adalarda olan qızlar, eyni cinslərlə Trump'ın şəkilləri ortaya çıxanda dünya şoka düşdü. 13 dekabr Konqresdə bütün qərarların hamısına, baxın bu elə belə bir şey deyil İndiyə kimi deyilənlərə bu bənzəmir Dünənləri 13 dekabrda Konqresdə bütün Amerika saatına benim şənbə günüydü, yoxsa 5-ci günüydü. Axırı ki bütün hallarda orada bizdə 6 saat fərq eləyir. Bizdə 6 saat, Azərbaycanda bilmərəm nə qədər fərq eləyir. Deməli 13 dekabrda Konqresdə bütün qərarların, yəni Trump'ın bütün qərarlarının qəbul edilməməsinə, rədd edilməsinə səs verildi. 231 lehinə 195 əleyhinə səs verərək Trump'ın qərarlarını məhv etdilər. Baxın Trump'ın qərarlarını tanıyaq mı, tanımayaq mı? 231 nəfər Trump Amerikanı uçuruma aparır, qərarları qəbul edilməməlidir. 195 nəfər isə qəbul edilməlidir. Yəni, səs çoğunluğu ilə Trump'ın bütün qərarları məhv edildi və indən sonra da qərarları məhv ediləcək. Və vəsinə baxın, vəsinə.
Və deyilən vətənlərin bunun dalıncaq Epstein failləri dəhşətli dərəcədə Amerikanın bütün sosial şəbəkələrində, bütün kanallarda, saytlarında, hər yerdə Epstein failləri, Trump'ın şəkilləri, qızlarla, eyni cinslərlə şəkilləri paylaşılır və gələn həftə 20'sində, ayın 20'sində, dekabrın 20'sində Kongreste Epstein failləri açılacaq. Kongreste. Trump yalandan deyə bilər, xalqa yalandır, nə bilmən. Kongreste açılacaq. Faktlar, subutlar, videolar. İndi bizə videolar atmırlar da. Dünyaya şəkillər göstərirlər. İndi orada video, hər şey var. Və ekspertlər, zadlar var. Heç kimsə deyənməz bu fake'dir, yalandır. Deməli, Kongreste bütün faillər açılacaq və Trump'ın vaxtından əvvəl kürsünü tərk etməsi üçün münbit şərait yaranacaq. Bu, gələn həftə, ayın 20'sinə qədər, indi saata görə deyirəm, 20'si, 19'u Epstein faillərinin Kongreste açılması Trump'ın birbaşa vaxtından əvvəl hakimiyyətdən son verilməsinə səbəb olacaq. Dəyərlənmədəm, Amerikada belə bir qayda var da, bilirsiniz. Prezident qərarı verir. Biz istəyirik Azərbaycanda da belə bir devlət quraq da. Həqiqi kongres seçimləri, həqiqi deputat seçimləri olsun. Prezident oturur orada, qərarı verir. Kongres onu qəbul da eləyə bilər, veto da qoya bilər, ümumiyyətlə heç bir də səsə çıxarılmasın. Qəbul etməyə də bilər və əlavə və dəyişiklik də eləyə bilər. Değerli vətənlərim, deyilsə, ona görə artıq Trump'ın qərarları şu müzakirə olunubdur. Trump'ın qərarları qəbul edilsin, edilməsin. 231 kongresmen, yəni yarıdan çox 65%, bəlkə 65%-dən çox deputat qəbul edilməsin. 231 hara, 95 hara. Bu belə, bu da gözəl bir şeydir, ortaya çıxdı, gözəl xəbərdir. Trump çox bizi narahat eləməyə başlamışdı. Bu oyunlarınla deyək, ya bu gerçəklərin hər halda gerçək olsaydı bu qədər də Britaniya üstə getməzdi. Hər halda gerçək olsaydı bu qədər də olmazdı. Ola bilsin, bəlkə də adam düşünür ki, Avropanı gücləndirmək, Almaniyanı, Yaponiyanı savaşa azma, belə olub da ola bilsin. Amma bütün hallarda Epstein failləri ortaya çıxması, Britaniyanın üzərinə çox yüklənməsi Trump'ın, yəni çox böyük bir... Əslində qalsa Epstein failləri Rusiyada bilmirəm nə dərəcədə var idi. Putin'in adamları da dedi, bizdə də var o videolar. Hələ çox yerdə deyirlər, bunlarda Rusiya deyir, bizdə var, ona görə Trump Rusiya tərəf danışır. Britaniyada dedi, hər şey məndə, originalı məndədir. İndi görün Trump'ın seks kasetləri, videoları olanda, indi görün İlham Əliyevin nəyi var da. Görün indi İlham Əliyevin nəyi var da. Bu arada Pənah Hüseynov, keçmiş devlət katibi, Elçi bəyin, yaramaz Elçi bəyin, özü kimi də bir yaramaz məxluqu, Elçi bəydən də sonra günümüzə qədər Heydər Əliyevin, İlham Əliyevin götünü dilinlə təmizləyən Pənah Hüseyn siyasətdən getdi. Onun bir partiyası var idi, Xalq partiyadır, nədir? Bağladı, getdi. Gedin. İlham Əliyev gedənə kimi, mənim ayağıma Azərbaycana dəyənə kimi, köhnə itlərdən, avtobus müxalifəti, avtobus jurnalistikası, o Heydərdən, o vaxtdan qalma tör tökündü siyasətçilərin birini də siyasətdə görməməliyəm. Başda İsa Qəmbər olmaqdan. Birini də siyasətdə görməməliyəm. Sizdən yedik, doyduq, canınız sağ olmasın, ömrünüz uzun olmasın, ömrünüz gödək olsun, gedin, doyduq sizdən. İğrəndirdiniz siz bu xalqı siyasətdən. Vızqırdım. Siyasət birinci siyasətçi adamın namusu olmalıdır. Birinci siyasətçi adam göydə Allahını, yerdə məzlum xalqını düşünməlidir və
öz həyatı bahasına, xalqına, millətinə, insanlığa, bəşəriyyətə zərər vermədən xidmətini eləməlidir. İlham Əliyev insanlığa da, bəşəriyyətə də zərbədir. Bax, bütün göllərdə tok salıb balıq tuturlarmı? Ay sağ ol. Hamısı nədir? Hamısı nədir? Ekologiya zərbə. Yemək yoxdur, hərə bir tüfəng götürüb ov eləyir, təbiəti məhv eləyirmi? Hamısı nədir? Təbiətə zərbədir. Qaz yoxdur ölkədə. Meşələri qırıb məhv eləyirlərmi? Nədir? Təbiətə zərbədir. Baxın, Xəzər dənizi xalqa buraxmırlar Xəzər dənizi. Kürə xalqı buraxmırlar. Havanı zəhərləyirlər. Ancaq o neftin, qazının biz zəhərinə, iyisinə biz şahid olduq və nətər deyirlər onu? İsinmədiyi istisinə kül olduq. Xəstə düşdük tüstüsünə. Və salam şüt, tamam. Getdim. Hə, bir dənə də çayımdan bir qurtum. Pənah Hüseynov ağıllı hərəkət elədi. Bildi ki, yeni hökumət gələn kimi şaqqıldadacaq. Pənah Hüseynovun elə şeyinə baxmayın. Pambıq kimi popsu var. Onu Pənah Hüseynovu Yekaterinaya yox, Pənah Katerinaya döndərəcəkdim. Bəri başdan çıxıb gedib. Nə qədər? Zərrə qədər ölkə daxilində, ölkə xaricində, zərrə qədər qəlbində siyasətdən başqa kəndini düşünmək, özünü düşünmək, ailəsini düşünən, göt verən varsa, millətini, xalqını, vətənini düşünməyən, millətindən, xalqından, vətənindən çox özünü, ailəsini düşünən, göt verən varsa, hamınız çıxın gedin. Hamınız çıxın gedin, yoxsa sizi ataram tikə, düşərsiniz tikə, olarsınız tikə. Yaxşı mı? Dedim mi? Bu bir qabil məsləhəti. Qabil məsləhəti. Gəlirik, az qaldı. Bir dənə həyətinizdə çox ehtiyacı olmasa da yava saxlayın, yava. Yava saxlayın ha kişi. Çox odun doğramasan da, ehtiyacı olmasa da bir yaxşı balta saxla həyətində. Sonra Zəki bəy belə məsləhətləri yaxşı eləyir. Sonra lapatka, balta, yaba, bacaranar o nimçaqa deyirlər. O belə şak belə şeylər. Bildinizmi? Kıxı eləyən, cız eləyən şeyləri saxlayın. Az qaldı. Yaxın vaxtlarda hərəkət. Meydan deyiləcək. Uduzacağım savaşa girsəm köpək oğluyam. Bax deyirəm sizə. Uduzacağım savaşa girmərəm mən. Hazır olun. Yaxın vaxtlarda çox böyük inqilab olacaq. Bax ona hazır olun. Bu arada necə ki Britaniya kimi qüvvə var. Rusiyanın tərəfini saxlayan Trump'a tək daldan qoyur. Bizim komanda Britaniya ilə güclü işləyir, biləsiniz. Və Britaniya gücləri deyək, ya başqa güclər deyək, İlham Əliyevin komandasına da zərbə vurur. Bu arada mən sizə demişdim, Kəramət Böyükçül Amerikaya getmişdi və başqa məqsəd, bu işə başqa məqsəddə, ümumiyyətcə bu hakimiyyətin, İlham Əliyevin bir planı var, xəbəriniz varmı? Xəbəriniz varmı İlham Əliyevin nə planı var? İlham Əliyev düşünür ki, inqilab oldu. Bu, Nepalın prezidenti, baş naziri kimi qaçdı. Amma xaricdən yeni hakimiyyəti zərbə altında qoymağa savadlı müxalifət lazımdır. Xaricdə. Və bunun üçün seçilmişlər var. Seçilmişlər. Bəxtiyar Hacıyev biri idi. Gördülər ki, nə olsun? Hafiz Hacıyevin qardaş oğludur, nə bilim nə idi. Nə olsun? Vətənsevər adam idi. Söhbətə çox getmədi. Düzdür, onun dili elə yoxdur. Baxmayaq, çarvardı qutarıb. O şeyindən bəliyə düşdü də, bilirsiniz, şeyindən bəliyə düşdü. Siyasətçilər bilir, çox açıqlama eləmək istəmirəm. Sonra bir də var bu
turizm zaducu artıq biraz da cəbhəni hədəf alır. Turizm onun adı İlkin Rüstəmzadədir, nədir belə bir adı var. Onu da bizə qarşı müxalifət kimi yetişdirmək istəyir. Sonra Keramet Böyükçölü də bizə qarşı müxalifət kimi yetişdirmək istəyir. Artıq bugün qərar açıqlandı, bugün sirr açıqlandı. Bugün birbaşa rəsmi, dəlilli, sübutlu, sənədli birbaşa ortaya çıxartdılar. Keramet Böyükçöl devlet büdcəsindən Prezident İlham Əliyevin mehribanın göstərişi ilə bilirsiniz əvvəl verilmişdi. Hər ay 4500 manat pul alırmış. Üstəlik onun bütün ehtiyacları təmin edilirmiş. Baxın ha. Elə o boyda parka dilənçi qoymurlar keçməyə. O boyda parka bir avtobus soxub elə o boyda kitabsaz satır, özününki, başqasınınki, hər nəysə elə orada alverin eləyir. Böyük bir şeydir bu. Artıq ortaya çıxdı ki, Keramet Böyükçöl ayda devlet büdcəsindən İlham Əliyevin göstərişi ilə, mehribanın göstərişi ilə 4500 manat birbaşa kart verilir. O karta pul köçürmüş. Fikir verdiniz mi? İndi güya baba bu İlham Əliyev bu Keramet Böyükçöl savadlı adamdır da. Belə pis yaxşı indi bunu etiraf eləyək, savadlı adamdır. İndi İlham Əliyev müxalifəti savadlı hesab eləyir. Müxalifət eləyir. Dünya səviyyəli adam. Mesela Toç qabil prezident oldu. 4-5 tane nazirlik dünya səviyyəli adam. Qubad bəyin kuratorluğunda olacaq. Çox savadlı iqtisadçıdır və savadlı adamlar yetişdiribdir. Məsələn, bizim savadlı maliyyəçilərimiz, bizim savadlı iqtisadçılarımız, bizim savadlı hər şeyimiz. Yəni, müxalifət savadlı olduğunu İlham Əliyev eşşək balası kimi bilir. Nəinki İlham Əliyev? Ölkə batıb göt günündədir. Britaniyada İlhamı orada saxlayan Yahudi lobbisi də bilir ki, Azərbaycan batıb gedibdir. Müxalif qüvvələr savadlı adamdır. Savadlı adam. İndi biz gəlməliyik, heç ölkənin başına gələcəyik. Amma bizə qarşı müxalifət hazır edirlər. Kimi? Keramet Böyükçölü. Keramet Böyükçöl. Mən prezident olsam belə, Liboy müxalifət, Liboy adamla debata çıxmağa hazıram. Keramet Böyükçöl. Və salam, kim olur olsun. İlham Əliyev yeni qurulacaq hakimiyyətə qarşı alternativ müxalifəti indidən yaratmaq istəyir. Artıq Keramet gəlmişdi Amerikaya, ev axtarırdı. Bilirəm da nə? Mən bilmədiyim şeyə qurt düşər. Ev axtarırdı və Amerikadakı dostlar da bilirdi ki, Keramet artıq bir yolluq daşınmaq üçün Amerikada ev axtarır. Və mənə hakimiyyətin daxilindən də məlumat ötürdülər ki, İlham Əliyev yeni qurulacaq hakimiyyətə qarşı müxalif bir güc yaradır. Nə gözəl. Savadlı adamları yığırsa müxalifətə İlham Əliyev bizə qarşı, normalni. Güclü müxalifətin güclü iqtidarı olar. Biz istəyirik bizə qarşı müxalifət güclü olsun. Rəqabəti sevən olsun. Və salam, İlham Əliyev rəqabəti sevmir ki. Hər nəysə, uzun sözün qısası, İlham Əliyev düşünür ki, birinci İlham qaçacaq. Belə mi? Qaçdı da indi, harasa qaçdı, it adından, pişik adından, neynənsə, harasa qaçdı İlham Əliyev, ölkəni gözətləyir. Sıraz elini, prezident gəldi, birinci 100 günlüyü var, 6 aylığı var, 1 illiyi var, yadınıza qalsın, birinci katib olan, ondan qabaq KGP'nin rəhbəri ölkədə 2 il, sonra birinci katib olan Heydər Əliyev, uzun illər getdi, general oldu, nə bilim, nə oldu. Amma birbaşa hakimiyyətə gələ bilmədi. Onun üçün Elçibəyi yetişdirdilər. Güya gənclərin sevimlisi Elçibəyi yetişdirdilər. Baxın ha, Heydər Əliyev gəldi Bakıya. Rusiyada öldürəcəkdilər onu. Gəldi Bakıya qaçdı. Bakıdan qovdular it kimi getdi Naxçıvana. İnanın Allah'a Elçibəy Heydəri gətirməsəydi, gətirməyə kömək eləməsəydi, inanın ki Naxçıvan birbaşa Azərbaycan'a ayrılıb bəlkə də Ermənistana qorxur. Belə dostluq olmaz. Olmaz olsun belə dostluq. Facebook'da bəyənməyə qorxursan, heç olmasa YouTube'da gəl bəyən.
Deməli mən söz dediyim kimi dəyərli həmvətənlərim YouTube-da açıldı artıq. Dediyim kimi 1 saata qədər megabaytdan qoşulan. İndi yəqin ki troll hacker hücumundan dolayıdır. Nədirsə mənim bölgəmdə 1 saatdan 1 megabaytdan qoşulanda dayanır. İndi mən bunu gələn həftə problemimizi həll eləməyə çalışacağam. İndi burada elə şey var deyə bilmirəm də, nə? Elə şey var deyə bilmirəm. Gələn həftə həll olunmalıdır internetimiz. Həll olunmasa əgər ayın 25'i 100% həll olunacaq. Orada incə məsələlər var, onu demirəm də. Bizə hər adam gəlib, hər provider mənim evimə gələnməz də, bilirsiniz ki, elə belə deyil. Ən yuxarıdan icazə alınmalıdır, sənədlər yazılır, neyin uzun istoriyadır, o istoriyada ayın 25 başa çatacaq. Mənim yerimə, demirəm ha, 5-6 gündür koronayam, xəstəyəm, qızdırmam oldu, üşütdüm, isitdim. Mənim yerimə kimsə yayım eləməzdi. Amma mən, baxmayaraq ki, internetim olmadı, megabaytla qoşuldum. Baxmayaraq ki, 80 euro olmadı ki, mən internet, əlavədən, yəni, mal lazım olanın artıq pul olmadı ki, internet alaq 80-100 euroya. Bütün hallarda işimizi gördük, qutardıq. İşimizi gördük, qutardıq. Hər şey gözəldir. Hər şey qəşəkdir. Bir balaca, bir şey dostlarımız bilir, bir balaca sıxıntımız var. O da devlətin müəyyən sənədləşmə ilə əlaqədardır. Yəni, hər şey gözəl olacaq, hər şey yaxşı olacaq, hər şey əla olacaq. Bir dənə yeni il bayramımızda yola verək. Ayın 5-i 10 arası sizi sevindirəcəm. Ayın 5-i 10 arası sizi sevindirəcəm inşallah. İnşallah. Bu xarici xəbərləri verdim dostlar. Gördüyünüz kimi necə gözəl, necə qəşəng xəbərlər idi. Bizim xaricdə də istədiyimiz daşlar yerinə oturur. Trump'ın orada bıçağın dalı qabağı kəsib Putinlə kanka olub kofe içə-içə biz xoşbəxt olanmazdıq. İngiliz Trump'ın bu ərköynlüyünə göz yumub kantovkiya atarsa Britaniya biz xoşbəxt olanmazdıq. Ay qadanınız alim sizin, tozdular demiş, iti öldürənə sürütdürərlər. Bu İlham Əliyev kim gətirib, bu ölkəni kim öldürüb, kim bu günə qoyub, kim məhv eləyib? İngilislər, Yahudilər, Ruslar, gəlin poxunuzu dişinizə çəkin, iti öldürənə sürütdürərlər. Deyəcəz, İranla Türkiyənin də dabrosu var axı. Erdoğan ölübdür, siyif qutarıb o. Erdoğan siyif qutarıb. Bu İranın dini rejimi də, bu rejim də, o başqa aləmdir, onlar başqa aləmdir. Onların kitabı birdən bağlanacaq. Baba, yayımı, indi mən burada xəbərlərimi çatdırdım sizə, aydındır, gördünüz ki, bəyəxtdən də çatdırıram. Bu arada suallarınıza da cavab verəcəm, səbirli olun. Bir də adminlər, bacara bilirsinizsə mənim o axırı 44 olan nömrəmi paylaşın, çünki lazım olsa zəngdə göllik eləyərik. Voronejdə Azərbaycana hücum, Azərbaycanlara bazara hücum oldu. Alekseyevski bazardır, nədə orada elə bir bazar var. Hər neysə, dostlar, qardaşlar və burada bəzi xəbərlərimizə də keçək. Bu arada, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Qulu Məmmədli görək nə yazır? Nə yazırsa, yaxşı yazır. Qulu Məmmədli. Dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, cəbhəçi Elbəyi Kərimlinin şərlənib həbsə məhkum edildiyi, həbsxanada canına qəsd edildiyi, yəni güya özü canına qəsd etdiyi xəbərlər yayılıbdır. Tamamilə yalandır. Elbəyi Kərimlini İlham Əliyevin göstərişi ilə öldürdülər. Bu cavan oğlanı, həyat dolu, yaşam dolu bu igidi öldürdülər. İlham Əliyev öldürdü həbsxanada. Bu igidi öldürdülər. İndi gəlin görək, bəlkə Qabil yalan deyir. Mən deyəndə ki, Heydər Əliyevin doğulduğu günə, öldüyü günə qurbanlar kəsirlər. Özdə müxalif qurbanlar kəsirlər. İnanmırsınız. Gəlin bir baxaq. Elbəyi Kərimli Heydər Əliyevin büstünə, Gorbacorun heykəlinə
Stalin sözü yazdığı üçün narkotik silah atıldı, şərlənərək həbs edildi. Səhv eləmirəmsə 6 ildə həbs cəzası verildi. Və Heydər Əliyevin anım günündə 2 gün öncə ayın 12-si günü 12 dekabrda Heydər Əliyevin ölüm günü deməzdim, yəni xaladenikə girən günü. Xaladenikə girən günü, ölüm günü. Yox, xaladenikə girən günü yox. Birbaşa ölüm günü, anım günü, ölüm günü. Ölüm günü Elbəy Kərimlinin türmədə ölməsi təsadüfi deyil, təsadüfi hadisə sayıla bilməz. Birbaşa Elbəy Kərimlini Heydər Əliyevin bastırılma günü, anım günü İlham Əliyev öldürtdürdü. Heydər Əliyevin büstünə qul bayramınız mübarək yazan, yadınızdadırsa Heydər Əliyevin heykəlinin üstünə qul bayramınız mübarək yazan Bayram Məmmədov da toçnu bu şəkildə Heydər Əliyevin doğum gününə 2 gün qalmış, nəişi tapıldı. Doğulan günü də səhv eləmirəmsə bastırıldı. Bəli, bu da son değil. Bakın, Bayram Məmmədov Babodu Heydər Əliyevin doğum gününə 2 gün qalmış öldürüldü. Profesyonel üzgüçü güya üzənmədi, dizdən olan dənizdə boğuldu. Bakın, boğub tulladılar suya. Erdoğan da, Bicdoğan da gizlətdi ha, Erzad doğmayıb onu. Bic doğub onu. Bak, Bicdoğan da gizlətdi ha bunun ölümünü. O MİT'in rəhbəri var ya, o yaramazın biri var. Hakan Fidan'dı, ne bileyim ne dandı. Bak, o da bunu gizlətdi bak. O Süleyman Soylu var ya, Soylu zaten öyle, o soysuzdu. Bak, Süleyman Soysuz da gizlətdi bunu. Erdoğan'ın tapşırığından, Şerdoğan'ın tapşırığından. Ve bu da son değil. Sizə mən daha bir dəhşətli qətili çatdırım. Değerli vətənlərim, değerli soydaşlarım, Adil Babayev durduğu yerde canına qəsd etməmişdi. Deməli, bakın, bu beyefendi de, bakın, bu beyefendi de elə belə öldürülmədi. Değerli vətənlərim, bu kimdir? Bu beyefendi Allah rəhmət eləsin. Adil Babayev'di. Adil Babayev. Birbaşa Məhəmməd Əmin Rəsulzadənin, bakın ha, bak belə, anım günündə belə paylaşmışdı, değerli vətənlərim, değerli soydaşlarım. Məhəmməd Əmin Rəsulzadənin büstünün qarşısına belə paylaşmışdı şəkil. Baxın. Hətta mən bildiyim qədərindən bu ya Heydər Əliyevin anım günündə paylaşılmışdı ya da başqa gündə və bu evində özü asılaraq tapıldı. Baxın ha. Bu adam bu şəkili Məhəmməd Əmin Rəsulzadənin heykəlinə bu şəkili çəkən adam, Heydər Əliyevin anım günü bunu paylaşan cəbhəçi, səhv eləmirəmsə cəbhəçi olmalıdır bu. Və evində asılı tapılır. Evində asılı tapılır. İndi Avropada blogerləri öldürmək istəyən, indi Avropada blogerlərə qənim kəsilən İlham Əliyev, baxın, vətən sevən kriminal avtoritetlər hamısı öldürüldü. Qulidən belə, Lənkəranskidən belə, hamısı vətən sevən, xalq sevən kriminallar hamısı öldürüldü. Vətən, xalq sevən meyxanaçılar hamısı öldürüldü ya da türmədədir. Vətən, xalq sevən yazıcılar, şairlər,
Hamısı öldürüldü. Mədəniyyət işçiləri, mahnı oxuyan, deyək ki, Laçınım, Laçınım, Laçınım mənim deyən Məhəbbət Kazımovlara qədər hamısı öldürüldü. Nətər olur hə? Heykəlin götünü öpən, İlhamın götünü öpən müğənni, kriminal, nə bilim, şair, bəstəkar, yazıcı, general. Bunlar uzun illər yaşayır. 80 yaşında qızların götünü əlləyir. Nətər olur hə? Xalqını sevən qəhrəman general cavan yaşında dünyasını dəyişir. Dayını mən Şəmkirin korpus komandirindən tutub da o Heydər Əliyevin qələmini qırdığı Qabil Məmmədovlardan tutmuş Polad Həşimova qədər bir danışmaq istəmirəm də uzatmaq istəmirəm. Yəqin bildiniz. Rövşən Əkbərov niyə içərdədir? İnanmışdı. Zavallı. Rövşən Əkbərov zavallı inanmışdı. 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 Bir sir var Rövşən Əkbərov barədə. Onu demirəm. Onu demirəm. Daha doğrusu deyə bilərəm, amma mənə bir yerdən gəldi məlumat. Mənə bir yerdən gəldi məlumat. O vaxt məni vuranda, məni vurdular. Hər kəs dedi ki, səni düz aydın məsələdir. İlham Əliyev hakim ailə vurdurubdu. Adil Əliyevi önə sürdülər. Adilin idmançı komandalarını önə sürdülər. Əlbəttə hamını vuran olardı. İlk dəfə məni vurdular. Mən ona görə də mənə tək bir adam zəng elədi. Dönərxanada dönər yiyirdim o şəhərdə ailəmlə bir yerdə. Bir adam zəng elədi. Qabil. Bir söz deyirəm, inanırsan inan, inanmırsan inanma. O vaxtı. Sən dedilər yadındadır, 3-4 gün daldala Rövşən Əkbərov hədəf aldın, söydün, elədin. Dedim, hə. Dedi, sənə görə Rövşən Əkbərov Nəcməddin Sadıqovla ya onun gücü ilə İlham Əliyevə Mehribana çıxdı. Mehribana sonra da İlham Əliyevə çıxdı. Və sənin vurulman, öldürülmən, qaçırılman işini öz üzərinə götürdü və bu planı yerinə yetirməyi. Və kifayət qədər başarılı olmadı plan. Amma bütün hallarda Rövşən Əkbərov vətənsevər, xalqsevər adam idi. Hardasa da işin ucundan, qulağından danışacaqdı, deyəcəkdi. Hətta mən, yəni Rövşən Əkbərovun əli olub, yəni burada mən birbaşa prezidentdən səni də söyür, məni də söyür, icazə verin bunu aradan götürək, ya qaçırdaq, ya neyniyək, nə qaraq. Yəni mənim vurulma planımı Rövşən Əkbərov prezidentin göstərişindən cızmışdı. Bu heç bu öz yerində bunu mənə dedilər. Amma nə qədər düzdür Rövşən Əkbərov, nə qədər səhvdir bilmirəm. Ümumiyyətlə, indiki generallara baxıram, mən Rövşən Əkbərov şükür edirəm. Yəni, Rövşən Əkbərov indiki generallara baxanda çox ləyaqətli generaldır. Amma mənə onu da çatdırdılar ki, Rövşən Əkbərov hansısa toplantıda, deyirəm sizə, mənim ən yaxın adamım, adını demirəm, Rövşən Əkbərovun da ən yaxın adamı. Ən yaxın adamı. Üstəlik orada Rövşənin başqa bir adamı, dostu da var idi, Kərim Vəliyev. Heydər Əliyevin Çuçilası, yəni Dvaynikini 3 milyarda hazırlatdırması söhbəti də olmuşdu. Bu söhbət, yəni Heydər Əliyev ailəsinin, Heydər Əliyevin oğlum dediyi adam, Rövşən Əkbərov, ailəsinin sirri biraz sağa sola çıxdı. Əlbəttə ki, mənim vurulma məsələm də gec-tez ortaya çıxacaqdı. Rövşən Əkbərovu saldılar içəri. Səsi çıxmasın, səs-küyü olmasın. Nə bilim, öz başına yenə qərar verə bilər. Bütün hallarda Heydər Əliyevin bağışladığı Ukraynadakı Ali Hərbi Akademiyada oxuduğu zaman bir hadisəni, iş adamının vurulması hadisəsini bəhanə edərək Rövşəni həbs elədilər. Yəni sadəcə Rövşən Əkbərov bir sir küpüydü. Eyni zamanda. Mən türmədən xəbər alıram.
Yəni orada da mənim videolarımı izləyirlər. Mən bilirəm, Rövşən Əkbərov məni izləyir, onu çatdırırlar mənə. Türmədə onun mən barədə dediyi sözlər də mən bilirəm. Mənim hər yerdə qulağım var. Hər yerdə qulağım var. Bəy, prezident belə olmalıdır. Əli Kərimli gətirir, Gənclər Başkanı seçir ora qoyur, yazıq. Gənclər Başkanı. Ay, bir dənə də Madonna kimi qız gətiriblər. Ay, ikisi bir yerdə cütləşir, sevişir, Əli Kərimli yatağına girmək istəyirlər, nə eləmək istəyirlər, mavinləri ilişdirmək, alınmır, qabil çıxardır ortaya, löp qoyur bərdən ona. Əli Kərim gəlir, nəm Qüdrət Həsənquliyevlər, Razi Nurlayev, bıq eləyə. Mən ən azından şərəfsiz bilsəydim, Razi Nurlayevdir, şərəfsiz də mavindir, sənə satqınlıq eləyə bilər, eləmi? Arvadı ölürdü Əli Kərimdən ötəri. Arvadının qulağına tut ağzından ver, bir dənə kaset çək tulla dala. Deyən, İlhamın kasetindən bu daha güclü kasetdir. Əgər ram eləyərdin, bütün şeytanlıqlardan istifadə eləyərdin, bütün bicliklərdən istifadə eləyərdin, hər cürə cilidə girərdin, hər rol oynayardın, amma istədiyinə çatardın. Dəyərlən vətənlərim, üzgünəm, üzülürəm. Yəni bunu biraz azal eləyim bunu. Aha. Üzgünəm, üzülürəm. Belə savadsız, düşüncəsiz, cəsarətsiz, necə deyərlər, siyasi fəallar görəndə pis oluram. Həqiqətən. Bax, bu qədər adamlar var da, məsələn, mənlə də çörək kəsdilər də. Mənlə çörək kəsənlər var, yoldaşlıq elədilər, blogerlik, dostluq elədilər. Bir dənəsinin göt verənliyini gördünüzmü? Bir dənəsinin uğraşdığını gördünüzmü? Bir dənənin satqınlığını gördünüzmü? İstəyir bax Süleymanlı olsun, istəyir Manaf olsun, istəyir İmaməddin olsun, istəyir Orxan Ağayev olsun, istəyir Fuad Ağayev olsun, istəyir Erşad Məmmədov Mağara Media rəhbəri olsun, istəyir Tural Sadıqlı olsun, düz Tural Sadıqlıya çox inam yoxdur, istəyir Məhəmməd Mirzəli olsun. Yəni, bir dənəsinin satqınlığını, uğraşdığını, qəhbəliyini gördünüzmü? Gördünüzmü? Düzdür, məni qınayanlar var idi, onunla çörək kəsmə, ona yaxın eləmə, bunu eləmə, bunu eləmə. Zaman zaman eləyirik, zaman zaman eləmirik, aydın məsələdir. Bir dənəsini gördünüzmü uğraşdığını? Pula satılıb, həqiqi müxalifətin anasının bayışısını söydüyünü, bizlərə qarşı çıxdığını gördünüzmü? Yox. Yox, ay kişi, ay qardaş. Yaxşı at. Arxanı, yaxşı igid, qabağı düşünməlidir. Oxumağı bacarmalıdır. Analizi güclü eləməlidir. Bəli. Kimdən sasılı vəziyyətdə olmaq düzdür? Bu günə kimi. Qənimət bəyin efirində də keçə axırıncı dəfə dedim. Mən nə Məmməd Əmin yolu gedirəm, nə Elçi bəy yolu gedirəm, nə Əli Kərimli yolu gedirəm. Mən Allah yolu gedirəm. Mən haqq yolu gedirəm, İmam Hüseyin yolu gedirəm. Yəni, müsəlmanların dilincə, tabirincə İmam Hüseyin yolu, Xristiyanların tabirincə demokratiya yolu gedirəm. Mən kimisə yolunu getmirəm, kimisə yamsılamıram. Yəni, yeni fikirlərlə, yeni düşüncələrlə, yeni ideyalarla mən ortadayım. Çox sözlər var ki, bugün mediada. Bu söz qabildən çıxıb. Dahi şəxsiyyətlər görmüsünüzmü? Məsələn, dahi şəxsiyyətlər görmüsünüzmü? Məsələn, bu söz, bunun sözü olub deyirlər, ha? Məsələn, düz deyil, söyüşlər zada deyə bilərsiniz, amma acı niyə söyüşdən yapışırsınız ki? Niyə söyüşdən yapışır? Məsələn, salam gözəl insan. Bu sözü ilk dəfə leksikona məndən qabaq kim gətiribdir? Salam gözəl insan. Gözəl şəxsiyyət. Bu sözü başqa çox şey deyə bilərəm. Dəyərlən vətənlərim. Dəyərli soyda. Ona görə atdıqlarım addımlar yenidir. Yoxdan atılmış addımlardır. Yəni kimisə yamsılamıram, kimisə imsiləmirəm, kimisə yolunu getmirəm. Ancaq öz yolumu gedirəm. Elə gün olubdur, dünən yox sırağa gün 8 saat yayımda oldum. Məsələn, bugün bilməm 2 saat yayımda oldum. Məsələn,
O elə olubdu sutkada 18 saat, 8-9 ildir bir yerdəyik, 8 ildir. 8 ildir bir yerdəyik. Mənim hər şeyimə bələddir bu xalq. Yəni, dəyərli həmvətənlərim, ona görə xalq bilir ki, qabil xəyanət eləməz. Xalq buna gözəl bələddir. Dostlar, qardaşlar, canlarım, ciyərlərim, keçək bir iki dənə də burada xəbərlərə toxunam. Deməli, Pənah Xalq Partiyası 7-ci növbədənkənar qurultayı keçib. Bu arada partiya sədri Pənah Hüseynov açıqlama verdi, bildirib ki, qurultay Pənah Hüseynov istefası qəbul edib. Qiyas Böyükağa oğlu Sadıqov Azərbaycan Xalq Partiyasının sədrisi. Bu Xalq Partiyası, valla 5-10 nəfərdən ibarət bir partiya qurular. Pənah Hüseynov kimdir o partiya rəhbəri olsun? Nədir? Silib atmaq lazımdır. Məsələn, bəzi köhnələrdən tutaq ki, kimsə prezident seçilsə, bütün o töküntülər hamısı gəlib başına yığışacaq. Hamısı silib atmaq lazımdır. Silib atmaq, qutarı getdi. Hə dostlar, demək bu nə idi elə burada? Ala. Dəyərli vətənlərim, Avropa bizə paxıllıq eləyir. Avropa bizə həsəd aparır. Bizdə artıq Bakıda, Suraxanıda gördünüz ki, eşək arabalarıyla zibilə daşıyırlar. Məsələn, Tozda 50-ci, 52-ci ilin Qəzəlli 3-lə daşıyırlar. Yox, Qəzəlli 1-lə daşıyırdılar. 52-ci ilin. Təsəvvürlə ki, o xodlanıb yeriyəndə bütün rayon bilirdi ki, zibil daşıyan rayon o başına bilirdilər ki, zibil daşıyan maşın gəlir. Hər şey görmüşdük. Yəni, zibili eşəkdən daşıyırlar, zibili nəm Qəzəlli. Belə daşımaları görməmişdir. Deyirəm ki, gündən görə geri gedir. Ya, qadan alayım, başına dönümsün. Baxına. Baxına, gündən görə geri gedir. Görmüşük bir texnologiya inkişaf edir, bir inkişaf eləyək də. Mən məsələn, Azərbaycanda buradan yaxşı maşın sürürdüm. Azərbaycanda olanda. Məsələn, bağırsan, mənim kəndimdə hərbidən çıxdım, gəldim, o vaxt insanlar biraz yaxşı yaşayır da, 2008-2010-cu illərdə. Ciplər, bahalı maşınlar var idi. Mənim kəndimdə, qadan alayım, sonra hamısı borca xərcə düşdü, satdılar. Yəni, hamı qaydı yenə 06-ya 07, yəni uzaq başı o Toyota, nə zibilə, belə. Ay başınıza dönüm. Belə şey görmüşdünüz, mala bax, artıq lapeti əldən çəkirlər, ala bax. Yuxarıdakı Avropadır, aşağı da Bakıdır. Baxın, ay millət, İlham Əliyevin 60 ilə yaxın dədə-bala hakimiyyətinin bizə qoyduğu Azərbaycan, baxın. Lapeti artıq, benzinli yiyirlər, bax. Ay qarda, bu lapeti belə itəliyirlər, aparırlar, bu lapeti. Ay ölənlərinizə rəhmət. Bax, bunun yanacağı silinir, özü çox artıqlamasından, yiyirlər. Amma lapeti dartdırırlar, bax, lapeti dartdırırlar sadə insanlara. Görürsünüz maya, bura Azərbaycandır. Daha doğrusu, Cırıqbaycan, Petkabaycan. Çünki orada ancaq petkalar, cırıqlar yaşayır. Hə, çatı oxuyan yoxdur, Aziya Bakı yazıb çatı oxuyan. Hə, oxuyum da, yaz oxuyum da nə burada? Və nədən ötəriyəm mən burada? Yaz oxuyaq. Bura Azərbaycandır. Özü də Azərbaycandır. Adam göstərə də bilmiyor. Bana, inanın Allaha, Qəzzada Adəm var, Adəm, Azərbaycanda Adəm, elə qəhbə şüvənlik eləyir, elə çığırır, bağırır, maşın təkər qaraldır, üzünün əminə qaralayır. Qəzzalı uşaq kimi göstərirlər Adəmi. Dəlxana da, gör biz nə sifətdəyik. Azərbaycanda belə polisin işgəncə verdiyi adamların o çılğın səsləri belə.
Efirə verirsən qardaş, şikayət gedir. Şiddət gedir, şikayət gedir. YouTube belə bağışlamır. Belə şey olar. Polis polisə iş verən deyir. Buna baxın. Baxın. O biri qoçu əskərdir, o birisi deyir. Piştonları çəkin lan, piştonları çəkin. Piştonları çəkin. Bir dənə qoy bura bir səs atım. Hə bəy, nəsə atırsansa bura at, orada o telefonla yayımdayım. Hə, fikir verirsiniz dəyərli vətənlərim. Qoçu əskər zad var, o keçi zad gəlir, kişmişi yiyir. Bax, onun gündədir ha. Şefi otur orada. Aç otur orada. Otur orada. Oturma maşınıma. Söz söyle hele. Polisi təhqir edir. Görə söyüş söyməyib də. Elizə deyir əlini çəkkinə. Söyüş söyməyib ha. Göz polis fahişə kimi üzünə durur ki, sən söyüş söyübsən. Fikir versin. Zoru çırıq eləmə. Sen kimsən mən təqdim eləyim, eləmirəm. Eləmirsən? Yox. Lazım olan yerdə eləyərəm. Şəkil yaxşı eləyir, sənətləri təqdim edərsən. Mən eləmirəm. Eləmirsin. Biz nətər, günahı olmayan adamdan da sənət istəyirlər. Heç bir günahı olmayan adamdan da. Sonra lazımsız bir saxta üzünə dururlar, filan yerdə ağ xətti keçdin, nə bilim, neynədin, nə ayırdın, sağı gözləmədin. Bütün hallarda sonra da sənəd əlindədir də, nə ayırasan? Buna. Çörək satır. Çörək satır, heç nə. Başına da var, ne var? Bütün hallarda Allah lənət eləsin hakimiyyətə, Allah lənət eləsin İlham Əliyevə. Təbrik edirəm. Can sağlığı, uşaqlara yaxşı baxın, yetişdirin. Vətənpərvər olsunlar, vətənə bağlı olsunlar. Əvvəllər bilirsiniz, bir ümid var idi insanlarda. Yalan, bizə elə belə qaynar qazan demirlər ha. Oğuz soyundan gələn Azərbaycan xalqı qaynar qazandı. Gec qızır, gec soyur. Bunu elə belə demirlər. Əvvəllər vallahi də, billahi də insanlarda bir ümid var idi. Hətta icra başçıları vəzifədən çıxanda, bələdiyyələr çıxanda sevinirdilər. Nazir dəyişəndə ümumiyyətcə yeyib içmək gedir, tam sevinirdi. Elə bilirdi gedənin yerinə yaxşısı gələcək. Nəhayət ki, get, artıq hamı bilir ki, həyətə bağladığınız boz eşşək də samandan başqa yemək tapa bilmir. O da tapsa. Artıq ətin dadını itirən, eləcə sümük tapmağı belə problem olan köpək də küçə itidə bilir ki, İlham Əliyev yalan danışır. Hamı bilir artıq. Artıq daha geri dönülməyən. Da həqiqətən İlham Əliyev nəsə eləməyə çalışsa da mümkün deyil. İnam elə etdi ki, bu qaynar qazan 50 ilə 100 ilə qızır. Amma effektini sonra verəcək. Narahatçılarda əsas yoxdur. Dostlar. Deməli, burada elə bir dəhşətli şeylər. Azerbaycan parlamentosundan bir milletvekili. Kendisi Türkiye'de geri gönderme merkezine gönderilmiş ve Azerbaycan'a gönderilmesi halinde can güvenliğiyle ilgili sıkıntılar çıkabilir. İstanbul'da gözaltında. Biz Gültekin Hacıbeyli Azerbaycan'a iade edilmesin diyoruz. Bize başvurular var ve hukuki mücadelesi sürüyor ve muhalif diye yasalara aykırı bir şekilde Türkiye'den çıkaramazsınız. İçişleri Bakanlığı'nı buradan uyarıyorum. Eğer böyle yaparsanız sizi dünyaya şikayet ederim diyor. Bakın basit bir hadise değil. Siyaseten böyle bir yanlışa imza atmamalısınız diyor. Gültekin Hacıbəyli söhbəti də bax belə. Deməli, Bağratının qoluna, Şəmkir filialımıza Yevlaqdan xanım müştərimiz gəlir. Deməli,
Hətta deyən Yevlaxdan bir dənə cırıq gəlib dana. Buna bax. Deməli, Baqratının qoxusuna, Şəmkir filialımıza Yevlaxdan xanım müştərimiz gəlib. Deməli, Dəyərli vətən, görürsünüz dəyərli vətənəm. Mingəçevir, Göyçay, Xaçma. Ancaq qəbəlik, ancaq fahişəlik təbliğ edilir ölkədə. Petroluq təbliğ edilir ölkədə. Ancaq başqa variant yoxdur, ancaq. Bütün sahiller tabim. Hamısı üstüm benim kardeşimin balası burada öldürdü. Həkimler öldürdü. Həkimin de öldürdü. Sumqayıtda aborta gedən qadın 27 yaşında dünyasını dəyişdi. Aborta gedən qadın. O qədər aborta gedən var ki, inanın Allaha, rayon yerlərində belə boçka qoyurlar 50-100 litrik, 100 litrik. O qədər abort olur, şaqqa. Birinə mən doktora getmişdim, Tovuzda. Belə bu tərəfdə rengendi, uzidir, böyrəyim sancırdı. Elə bir girirsən belə koridorun, balaca bir şeydə binanın altında, bilənlər biri də Tovuzda, Qazağa gedən yolda sağda. Demək, girəndə farm qafur deyirlər, nə deyirlər. Girəndə belə ora sağa gedirsən, uzidir, qəşəng uzi, həkim savadlı adamdır. Böyrəyim sancırdı, dedilər, daşda, dedim, daş olmasa həkimə biraz da artıq pul verəcəm. 20 manat da artıq verdim həkimə, zaten pulu verib növbəyə durursan. 20 manat da artıq verdim, sevindiyimdən ki, böyrəyimdə daşı yoxdur. Orada elə bil həkimi gözləyirsən, həkimin də yanına birisi də 50-60 nəfər gözləyir. İnanın Allaha, orada arvadlarla söhbət eləyin, istərsəniz qulaq müsafir olursan. Bir gündə, bu sol tərəfdə də abort edirlər. Bir gündə ən aşağısı 60-70 adam abort olur. Ən aşağısı. Dəhşət. Dəhşət. Elə deyil. Elə deyil, dəhşət. Ümumiyyətcə, insan sağlamlığına da çox ziyandır. Deyək ki, ya savadsızlıqdan dolayı, ya özünü saxlaya bilməkdən dolayı, ya iradəsizdən dolayı, istər ər-arvad abort olsun, istəyir fahişəliyə görə abort olsun. Bütün hallarda insan orqanizminə çox mənfi fəsadlara gətirib çıxardası bir şeydir. Buradan Facebook'da olanlar gəlin YouTube'a. Bağlayıram burada. Deməli, dəyərli vətənlərim, zaten 33 dəqiqə ilə çox vaxtımız qalmayıb, tez-tez burada xəbərlərə baxaq. Bitdi, əla, bitdi, əla. Telefonumuz qızıb, bunu qoya, zaryadkaya ehtiyac yoxdur, 91%-dir. Aborta görə xəstəxanada 27 yaşda gənc qadın dünyasını dəyişib. Buna bax. Abort eləyən adam da baxır, həkimdir də. Bir var həkim eləyə, bir də var həkimin nəmlin bacısıdır, xalası qızıdır zadda, o da köməyə gəlir. Abort eləyən olan çoxdur. Məhsul zad yığanda ki, çatdıramırsa, qonşun zadda köməyə çağırırlar, ya pulla adam tuturlar. Bu deyilən gör ki, abort eləyən çoxdur, biraz örgədir. Məsələn, heyvan həkimləri. Heyvan həkimi, çox kətçilər ilə həkim qədər az qala bilir. Gəlib, həkim heyvanı müalicə eləməyə çalışır, nəsə bacardan. İnsana da heyvan kimi baxırlardı Azərbaycan. Nəyə olursunuz? Anası. Adını soyadınız? Eyvazova İlhami. Ətrafı danışır, nə baş verir, necədir? Nə vaxt gətirmişsiniz qızınızı bura? Dünən tezdi. Yatdı, yaxşı idi, istəyirdi. Qarnı gedirdi, bir də qusurdu. Sistemi zad elədilər. Sonra axşam saat 4 idi, gətirə sistemi qoşdular. Sistemin axırında 2 dənə iynə vurdular içine. O sistemin içine vurandan sonra komaya düşdü. Qapqara qaraldı, boğuldu. Apardılar yuxarıda bir dəfə də keçdi, boğuldu. Mən indi də, mənə sistem qoşanda indi də ağlımız var, başımız var, Almaniyadayıq. Öz deyilə belə tibbi müəssisələrdə mən müalicə olmuram, ya hansısa bir nəsə olmuram. Bir sistem qoşurlar da adicə. İstəyir Azərbaycanda, istəyir Almaniyada. Sistemdən bir də işləməz, hava gedər,
Nə bilim, hamısı incə-incə soruşuram. Nədir, nə deyil. Bu belə şey mi olar ha? Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciət edirəm. Hörmətli cənab prezident. Bu gün mən Şəki rayonunda piyada yola düşərək gəlirəm sizin qəbulunuzda ki, mənim problemimi dinləyib və mənim problemimi həll edəsiniz. Çox təəssüflər olsun ki, Şəki rayonunun Məşğulluq İdarəsinin müdürü Abdullah Kərimov tərəfində hüquqlarım pozulubdur. Sən o İlhamla Heydərin, corba-corların şəklini eşşəyin başına araba qoşulurmuş kimi atın belini almağın xeyri yoxdur. Ay insan, sadəcə hansı ağıldan sən müraciət edirsən, mən deməli dəyərli həmvətənəm, dəyərli soydaşlarım, yəni bir kadraları istəmirəm bir də verəm, amma Allah'a biraz yol yoldan da bakmıyor. Bunu kesmeye geliyor. Çok pis vaziyette kömür. ümumiyyətlə qardaş, Azərbaycan batıb. Azərbaycan bir dənə İlham Əliyev ölsə düzələcək. Azərbaycan nə vaxt düzələcək deyənlərə deyirəm. İlham Əliyev ölsə düzələcək. İlham Əliyev haçan öləcək? 2026-cı il inqilab ilidir. Dəqiq deyirəm ha sizə. Elə belə söz demirəm ha sizə. Öz beynimin məhsulunu demirəm ha sizə. Lap yuxarıdan 2026-cı il inqilablar ilidir. Görəcəksiniz. Kartof kababı, ət tapa bilmir, heç odun da tapa bilmir. Amma kağızları yandırıb kartof kababı eləyir. Adı odur ki, kabab çəkir. Bu saat əti cəmaat televizorda görür. Ama bir şey de diyeyim. Bir şey de diyeyim. Ümumiyyətcə Azərbaycanda haçanla bu qan içənlik başladı. Təmiz biraz gəlin. Düzdür, Heydərə də nifrətimiz var, İlhama da nifrətimiz var. Elə Elçi bəyə mənim ən nifrətim ən böyükdür. Yaş Azərbaycanda ən çox acımasızlıq, yoxsulluq haçan başladı. Haçan daha da sərt vidə düşdü. Daha da pis vidə düşdü. Devalvasiyadan sonra elə deyilmi? Məncə devalvasiyadan sonra oldu. Siz nə düşünürsünüz? Devalvasiya neçənci ildə oldu? Devalvasiya zamanı yox, biraz da 1-2 ildə sonra özünü bir özə verdi. Məncə. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, devalvasiya oldu ha. Devalvasiya 17'de olmadı, 17'den qabaq oldu. Məncə biraz qabaq oldu. 16, 15'de 16'da oldu devalvasiya, amma 17-ci il düz yazır bura. 17-ci ildə, devalvasiya 16'da oldu, hər nə oldusa olsa, bu hər gün devalvasiya gedir. Zərrə qədər, biraz böyük, biraz balaca, hər neysə. Devalvasiya oldu, olmadı, açıq deyirəm. 17-ci ildən Azərbaycanda vəziyyət çox pisləşdi. 17-ci ildən Azərbaycanda vəziyyət ümumiyyətcə dözülməz hala gəldi. Gəlin indi hesablayaq. 18, 19, 20, 21, 22, 23, 24, 25. 8 il. 26'da da İlham Əliyevi üsyanla qovacağıq 9 il. Yəni 8-9 yaş. 8-9 yaş körpəliklərini ondan da qabaq zaten doğulanlar əziyyət çəkdi. Çünki İlham dönəmi, ondan qabaq Heydər dönəmi. Bütün hallarda bu gənclik acımasız, ağrılı, acılı günlər gördü. Bir qarnı ac, bir qarnı tox yaşadı. Amma uşaqlığında bu kütləvi surətdə biri var tək görəsən, uşaqlığında tək yoxsulluq görürsən, sonra yaxşı olursan böyüyəndə. Yəni bizim gənclik 30-35 il bu Heydər Əliyev dönəminə denk gələr. İndi son 20 il daha acımasız oldu, eləmi? 20 il daha acımasız oldu. İlham Əliyev birinci gəldi, 5-10 il istədi bir balaca özünü normal göstərə, infrastruktur, idmançılara yer vermə, nə bilim, nə,
Güya Lənkəran İdman Klubu futbolçulara yer verir. Prezident, Bakıda inşaatlar başladı, nə bilim, neftin pulu axdıqca, nə bilim. Amma xüsusilə yenə deyirəm, 17-ci, 16-cı ildən bəri bu günə qədər 9-10 il daha acımasız gün oldu. İllər oldu. Və bu ac qalan, yoxsul böyüyən, ət üzünə həsrət qalan uşaqlar çox yaxşı böyüyəcək. Gələcəyi çox yaxşı olacaq. Çünki ilhamı çünki rədd eləyəcəyik. İnqilab, inqilab, inqilab. Evdə yaba hazırlayın, yaba. Sağ ya lazım deyil, eləmi yaba. Məhlən yoxdur, eləmi, cəhrən yoxdur, eləmi, yaba qoy ora. Dönər bıçağı. Harada görsə dönər bıçağı var ya, dönər bıçağı. Dönər bıçağı qoy evə. Dönər bıçağı, yaba, lapatka, balta, bəli. Yaxşı o, belə, yaxşı almatur, 30'luq, 32'lik almatur. 32 yoğun oldu, eləmi? 24'lük almatur, bəs eləyir. 16'lıq da bəsdir. Almatur. Aysa, sonra nə? Zəki bəy Putulka zad o başqa şeyləri izah eləyir. Zəki bəy, Allah canı sağ eləsin. Obşum, hazırlaşın, dəyərli həmvətənlərim. Vəziyyət 2026-cı il inqilab ilidir. Ancaq inqilaba hazırlaşın. Kimsə sizin əvəzinizə gəlib inqilab eləyəsi deyil. Sizin əvəzinizə kimsə inqilab eləyəsi deyil. Sizdən hərəkət, bizdən bərəkət. Biz aşağı ilə irtibatımı gücləndirmişəm. Bütün xalq deyir, Qabil nə deyirsə düz deyir. Xalqın 90% Qabili sevir. Qabilin yuxarı ilə də irtibatları normaldır, qəşəkdir, yuxarıda inanır. Sadəcə nə lazımdır? Hərəkət lazımdır. Qalxacaqsınız, Nepaldakı kimi darmadağın eləyib yandıracaqsınız. Sonra nə olacaq? Sonra ağ günə çıxacaq və sonra. Qutardı ki. Sonra bir səs vermə olacaq. O səs vermədə də mənə dəstək olacaqsa əlbəttə ki. Mənim iş qrafikim çox gərgindir. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Değerli həmvətənlərim, budur bax, Tursikini sıxır orada, bax, iş qrafiki. Kokain eləməkdən, damara işləməkdən, kokain eləməkdən, bunun Nazirənin arvadının, qızının, gəlinin popsunu imsiləməkdən, öz sərvətlərinin açot-çot hesabatını aparmaqdan İlhamın baş vaxtı yoxdur. İlham Əliyev. Dünyanın o ölkəsi yoxdur, orada holdinglərin, şirkətlərin olmasın. Sənin bir dənə nazirin Kəmaləddin Heydarovun 390 dənə şirkəti var, ilin 365 günü var, 390 şirkəti var Kəmaləddin Heydarovun. Gündə bir şirkətinlə maraqlansa, nazirlikdən maraqlanmağa vaxt çatırmı? Kəmaləddin Heydarovun 390 dənə şirkəti varsa, bədbəx oğlu sənin və ailənin 10 minlərlə şirkəti var. Milyarlarca, 100 milyarlarca dollar sərmayə var. Bunu sən xalqı maraqlanmayıb ancaq bunlarla ilgilənirsən. Onun bizə nə dəxli var? Elə bil ki, Qabil gündə diskotekada, barda, nə bilim, orada burada keyf edir. Gəlib çıxmışam, ay millət, mən yuxusuz qalmışam, nə bilim, zəhmət çəkirəm. Sən nə üçün yuxusuz qalıbsan, İlham Əliyev? Dümsük, sürtük, sümsük. Harada baxsan qızlarla özünlə əxlaqsızlıq eləyirsən.
Görürsünüz deyirəm. Bu Facebookda çox uzun videodur. Elə də balaca deyil bu. Bunu paylaşacağım, baxarsınız. Daha doğrusu paylaşmışam deyəsən Qabil Məmmədovda. İlham Əliyevi dombaldı şey eləmək lazımdır. İlham Əliyevi dombaldırsan, qəşəng şey eləmək lazımdır. Başqa variant yoxdur. Hə, deməli İlham Əliyevin ictimai əsaslara mühafizəçisi Novruz Tağıyevdə saxlanıldı. Novruz Tağıyevdə saxlanıldı. Harda qeyrətli oğullar var, basırlar içəri. Harda qeyrətli oğullar var, ağzını açan oğullar var. İkicə cümlə İlham Əliyevin əleyhinə söz deyən var, hamısını basırlar içəri. Basırlar içəri. Deməli, bu da Əli bəyin mühafizəçilərinin birində bastılar içəri, bastılar içəri. Birazdan görün, konsert olacaq. Bu il inqilablar ilidir, konsert olacaq. Cız, cız, hər yeri. İlhamın sarayına, cız. Cız zelətlərin hamısını. Az vaxtımız qalıbdı. Bu Suriyada da vəziyyət qarışıb biraz. Onu sabah deyərəm, bugün yox. Sabah deyərim inşallah. Basmışdım da özümü borc elinden. Orada görüntü basmı? Borc əlindən asmışdım özümü. Baxın. Basmışdım da özümü borc elinden. Orada görüntü basmışdın. Asmışdım. İpi kesipler orada kalıp. Öyle o lemseden asmıştım özümü. Niye asırsan ki? Ona bilmirəm ne var. Yaşayabilmirəm. Bu uşağa kim baxarsan el eləsin? Dolana bilmirəm. Bəli, Azərbaycan xalqının yarısı həyatına son vermək istəyir. Bu tokam əlini soxsun, suda mı özünü boğsun, yüksəkdən mi tullansın, uksus mu içsin, neynəsin, ağarsın, nətər eləsin. Axırı ki, Azərbaycan xalqının yarısı həyatına son vermək istəyir. Pul yoxdur, amma Milli Bankın sədri arvadı quş deyir ki 10 milyard dollar, yəni 17 milyon manat xalqın yastığının içindəymiş. Gəlin baxaq. Mərkəzi Bankın sədri Talih Kazımov deyir ki, Azərbaycanda insanlar pullarını yastıq altında saxlayır. Onun bu sözləri Azərbaycanın sosial media istifadəçilərində qəzəb yaradır. Sədr deyib ki, ölkədə banklara qoyulmamış nəqd pulun məbləği təqribən 17 milyard manatdır və əhali onu yastıq altında və ya biznes kassalarında saxlayır. Mircəfər adlı bir... Dəyərli vətənlərim, yazın siz Allah, yastığın altında kimisə pulu varmı? Yazın da bura. Ya hə yazın, ya yox yazın da. Yastığın altında pul varmı? Ümumiyyətlə pul olsa yastığın altında niyə qoyurlar ki? Bir yazın, xahiş edirəm. Kimin yastığı altında pulu var? Milli Bankın təzə rəhbəri bizim hissiyatımızla, nervimizlə oynayır. Milli Bankın sədri, nə Talihdir, nə Qozumov, nə familiyası nədir bu? İstifadəçi yazır ki, Mərkəzi Bankın sədri Talih Kazımov deyir. Bu Talih Qozumov deyir ki, 17 milyard pul yoxdur bankda. Yoxdur bankda, əllərdədir. İlham Əliyev qara qeyri-qanuni yollarla manatı dollara çevirib ölkədən çıxardıb 10 milyard dollar şəklində ölkədən çıxardıb. Bunlar da xalqın boynuna atırlar. Xalqın yastığın içindəymiş o pullar. Fikir verirsin. Dündülüşlər. Mərkəzi Bankın sədri Talih Kazımov. Bunun bir arvadına xoş sözlər deyin. Bunu doğan əsla. Bunu sıçan anıya ürək sözlər Deyir izləyir. ki, Azərbaycanda insanlar pullarını... Mərkəzi Bankın sədri Talih Kazımov deyir ki, Azərbaycanda insanlar pullarını yastıq altında saxlayır. Onun bu sözləri Azərbaycanın sosial media istifadəçilərində qəzəb yaradıb. Sədr deyib ki, ölkədə banklara qoyulmamış nəqd pulun məbləği təqribən 17 milyard manatdır və əhali onu yastıq altında və ya biznes kassalarında saxlayır. Mircəfər adlı bir istifadəçi yazır ki, yəqin bu 10 milyardı hansısa məmur gizlindən atıb xalqın üstünə ki, güya xalqdadır. Xalqda pul qoymuşsunuz ki, qala, gedin o pulu öz aranızda axtarın. Elşad adlı başqa biri yazır ki, dövlətə inam yoxdur, səbəb budur. Başqa bir istifadəçi yazır ki, siz nə danışırsınız? Kimdə indi pul var ki, saxlamağa yer axtarsın?
qəpiyi üst-üstə qoyub çörək pulunu güclə düzəldirik. İsmailov soyadlı sosial media istifadəçisi deyir ki, əhalidə o qədər pul yoxdur. O pul nazirdə, icra başçısında, deputatda... Əziz dəyərli vətənlərim, İlham Əliyev it kimi bilir o pul hardadır. İlham Əliyev özü və ətrafı o pulu çıxardıb ölkədən qırağa. Dəyərli vətən, aydın məsələ. Qızlarımız da budur, bax. Bu ana olmalıdır bu uşaq. Bu uşaq mübarizləri dünyaya gətirməlidir. Buna bax. Buna bax. Biabırçılıqdır. Salfetka satır. Adın nədir? Buse. Mahnı oxuya bilsən? Niyə Yoxdur. dilərsən? Belə gözəl qız. Ümumiyyətcə bu qıza Buse'dir nədir? Buse adı kim qoyubdu? Buse adı kim qoyub bu qıza? Buse. Buse. Tüh. Ad qoyan dədənin görünə pox. Adın nədir? Buse. Mahnı oxuya bilsən? Niyə Yoxdur. dilərsən? Belə gözəl qızsan. Sağ ol. Həyat məcbur etmiş. Sən nə yaşamırsan, nə də yuxu görürsən? Bilmirsin də. Mahnı oxuya bilsən? Oxu görək. Saçın ucun hərməsə. Keç, gözlə svetofor yandı, qahvə keç gəl. Vallahi də bunun səsi Azərbaycanda bütün o Şəbnəmdən belə hamısının səsindən yaxşıdır. Sadəcə yiyəsi yoxdur. Azərbaycanda yiyən olmalıdır. İtin belə yiyəsi olmalıdır. Dəyərli həmvətənlər, dəyərli. Görün xalqı nə günə qoyublar. Allah lənət eləsin Əliyevlərə. Baxın, ölkədə yaşamaq üçün petuq olmaq lazımdır. Baboşun putdən işləyən darvazasına, Baboşun evinə, sarayına gəlin baxaq. Dəyərli vətənlərim, Baboşun sarayına baxın. Dəli olur da o 11 dəfə dünya çempionu olan Rəfail Ağayev də dəli olur da orada. Tüstülüyür də belə şeylər görəndə. Yazıq nə qarsın? Baxın Baboşa, Bakıda ev, Mehribanın Port Bakuda hədiyyə elədiyi ev, Bərdədə saray, Bakıda bir dənə də həyət ev alıb ha. Nə bilim, bu darvaza pultdan maşın 0 kilometrə, mənim nəslimdə 0 kilometr maşın sürən olmuyor. Ona görə hamı petuq olmaq istəyir. Odur, Qabil danışır burada. Ən yaxşı halda Qabilə 3000 adam baxır. 3000, 4000 adam. Amma Baboş ostra-ostra yatanda belə ona 10-15 min adam baxır. O günləri bir saat ərzində hovuz tikəsi idi. Hovuz tikəsi idi həyətində. Bir xəstəni bəhanə elədi. Bir saada 15 min pul yığdı. Baboş. Petuq olmaq lazımdır ölkədə. Qabil isə Almaniyada işləyə bilmir. Fikirləşirəm ki, yeni il qabağısa da bir sumka bazarlığı necə eləyim mən? Fikir verin ha. Düzdür, qardaş bir bacı kömək elədi maşınımın təmirinə. Maşının təmirinə kömək elədilər, sağ olsunlar. Bir 150 manatlıq pul var idi. Təmirə ehtiyacı var idi. Vacib ehtiyacı idi. Bir də bir məsələ var idi ona. Fikir verin siz. Sağ olsun. Fikirləşirəm məni kim adam. Heç olmasa bayramda süfrədə nə pişirəcəm. Fikir verirsiniz. Amma Baboşa baxın. Baboşa baxın. Ramiz Mehdi bizi maliyyələşdirmirmiş. Həmişə yağbal içində üzür deyə. Həmişə belə olmuşam da mən. Neyse. Baxın, baxın. Baboş. Qoydum pultun uşaqlar. Biri də əlimdədir. Evdədir də darvazada döyənə çıxın. Bağlayıram da. Sim. Pultuna. Getdi. Ne güzel. Ha, adamı belə köşəkdə. Şimdi bağlandı. Siz hələ bunun navesinə baxın. Navesinə bax, arkalı. Siz hələ bunun döşəməsinə baxın həyətin. Baxın, zabora baxın. Pultdən işləyən darvazıya baxın. Maşına baxın. Hə, nə oldu? Bu bir kasıb oğlanı idi. 5-6 ördək saxlayırdı. Tüyox dənlədirdi. Heç həyəti də yox idi. Torpaqlıq idi. Ora bir çaxçaq, o keçilər deyir, çaxçaqsa, maxçaq.
Ne oldu bu saray titiz buna? Bakıda saray, rayonda saray, apartmanda ev. İlişkirinə indi baxarlar da uşaqlar. Dangını yəqin ki düzəlir. Ala, dank. Uşaqlar baxarlar da evdə xadiməçi. O, nəyi var? Qarnı dolu poxdur. Rayonda mən camış otaranda camışım sıçanda baboşun sıçmağından az sıçırdı. Çünki camışın qarnı boyda qarnı var. Bir dənə onun nəyi var? Bir dənə mıx sora bilər, bir də poxlu götündən nəsə qəbul eləyə bilər də. Başqa nəyi var ki? Mən deyin görüm nəyi var? Poxlu götdür də. Başqa nəyi var? Sadəcə geri zəkalı qoyundan fərqi olmayan toplum. Bax bunu siz yaratmadınız. Siz bunu eləməkdə minlərlə baboş yaradırsınız. Minlərlə insan təhsili, sənətini, hər şeyini tulluyur. Mıx sormaq, daldan vermək düşünür. Hər nəsə açılır, bağlandırır yanım. Mənə də nə lazımdır, bax, bu evdə olacaq bu pultu. Kameradan baxacağım, görəcəm. Ölkəyə gələn gün onu ölkədən didərgin salacağım. Bunu hökumət də regulovka eləyir ha. Hökumət də regulovka eləyir onu. Onun birbaşa vilayət Eyvazovda yiyəs. Hər nəysə. Azərbaycan gələn günüsü məhkəmə qərarından ona yayım qadağası qoyulacaq və ölkədən dərhal deport ediləcək. Ya da nəzarət altında bir iş veriləcək, o iş görsün. Rus ordusu Xarkovda mühasirəyə düşdü, Ukraynaya böyük hücum təşkil elədi. Dünyanın en dinsiz ülkesi seçildi kardeş ülke Azerbaycan. Azərbaycan dünyanın ən dinsiz 5 ölkəsindən biri seçildi ya. Yalandan ya Hüseyin deyib dizimizə döyməkdən döyül. Ya Hüseyin deyib dizimizə döyməkdən döyül. Han bir-birinə deyir Allahını belliyim. Söyüş söyən döysünüz mən. Ya Hüseyin deyib dizinizə başınıza zəncirləyib döyüb. Amma zalimə boyun əyən döysünüz mən. Bax, ala. Mən demirəm ki, ala bax. Türkiyə televiziyası deyir, ala. Ala. Ən dinsiz 5 ölkədən biri bizik. Dünyanın en dinsiz ülkesi seçildi kardeş ülke Azerbaycan 5. sırada oldu. Dünyanın en dinsiz ülkeleri seçildi. Bir kadın çıkıp 5. sırada Azerbaycan olduğunu söyledi. Azerbaycan son zamanlarda dünyanın en dinsiz 5. ülkesi olarak anılıyor. Uluslararası bir araştırmanın açıkladığı son veriler dünya genelinde büyük merak uyandırdı. Dünyanın en dinsiz ülkesi hangisi sorusuna verilen yanıt pek çok kişinin tahminlerini alt üst ederken kardeş ülke Azerbaycan'ın listenin ilk 5'ine girmesi dikkatleri Bakü'ye çevirdi. Deyilən, düz deyil, dinsiz. Bizdə din iman olsaydı İlham Əliyev orada bir sutka qala bilərdi mi? Deyiləmədən saatın tamamında yayım dayanmalıdır. Bax, bir dəqiqə qalıb. Dayansa təkrar çıxmayacağım. Yayımın, düzdür, proqram yekunlaşmadan sabah davam eləyəcəm.